Vaxtınız xeyir, aktual gündəm efirdədir. Dünən Azərbaycan Prezidenti Cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş tədbirdə iştirak etdi və orada çıxış elədi. Bu çıxış əslində həm bir proqram məqsədli idi, Azərbaycan elminin gələcəyi üçün yeni perspektivlərin çizilması baxımından. Həm də ümumiyyətlə Azərbaycanda elmə münasibətin bir modeli var. Bu da ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bir modeldir. Və sözsüz ki, Azərbaycanın çətin günlərindən danışan Azərbaycan Prezidenti həmən illərdə belə Azərbaycan elminin, elm xadimlərinin Milli Elmlər Akademiyasının diqqət mərkəzində olduğunu xüsusilə vurğuladı və sözsüz ki, alimlərimizin də qarşısında yeni vəzifələrin yarandığını qeyd etdi. Eyni zamanda dövlət qurumlarının, ən mühüm mənim üçün o məqamlardan biri o idi ki, dövlət qurumlarının Azərbaycanın elm xadimləri ilə, alimləri ilə, elmi mərkəzləri ilə, institutları ilə daha sıx əməkdaşlıq edərək elmin praktik şəkildə tətbiqi məsələsində bir mənalı şəkildə bərabər işləməklə bərabər, eyni zamanda dəyişən dünyanın yeni çağırışlarında Azərbaycan elminin nailiyyətlərinin də bir qıraqda qalmaması, halbuki bu nailiyyətlər var və tanınmış elmi jurnallarda çap olunmaqla bərabər praktik əməldə də biz müxtəlif yerlərdə bunun şahidi oluruq. Amma bəzən elə Azərbaycanın öz daxilində hansısa müəssisədə tətbiq oluna biləcək yenilikdən xəbərsiz oluruq və bu bütün bunların aradan qaldırılması üçün bir dəyirmi masa kimi və yaxud da birgə iş prinsipinin qurulması kimi modellər təklif olundu. Sözsüz ki, Azərbaycan elminin keçdiyi bir yol var və bu şərəfli bir yoldur. Azərbaycan elmi ağır günlərini də yaşadı, amma ağır günlərdən ən azından sağ-salamat çıxdı. Amma indi yeni dövr başlayır və yeni dövrün eyni zamanda qalib Azərbaycanın elmi də qalib olmalıdır. Amma Azərbaycan Prezidenti həm də bizi çox ciddi bir təhlükənin olduğunu xəbərdar elədi. Bu kibertəhlükəsizlik sahəsində, süni intellekt məsələlərində hər zaman nəinki ayaqlaşmalıyıq, hətta bir qədər öndə olmalıyıq. Çünki sürətlə dəyişən bütün texnoloji məsələlərdə də təfəkkürə yanaşmasında belə sürətli dəyişim var. Biz fərqli bir dünyaya düşüb özümüzü orada qeyri-adi hiss eləməmək üçün hazırlıqlı olmalıyıq. Sözsüz ki, humanitar elmlər, Azərbaycan dilçiliyi tarixi qarşısında da Azərbaycan Prezidenti konkret tələblər qoydu. Ona görə də elə dünən tədbirdə olmuş, eyni zamanda Azərbaycan elminin görkəmli nümayəndələrini studiyaya dəvət etdik ki, biz bir müzakirə də eləyək, görək ümumiyyətlə real vəziyyətdə nələri etmişik, nələrimiz var və nəyə hazırıq və Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası üçün daha hansı addımlar atılmalıdır. Musa Qasımlı Milli Məclis sədrinin müavini, Milli Elmlər Akademiyasının müxbir üzvü, elmlər doktoru, professor. Xoş gördük sizi. Rasim Əliquliyev, Milli Elmlər Akademiyasının həqiqi üzvü, eyni zamanda Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, elmlər doktoru, professor. Xoş gördük. Ceyhun Məmmədov, Milli Məclisin deputatı və Bəhmən müəllim, Bəhmən Əliyev, Tarix və Etnologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, doçent. Xoş gördük sizin hamınızı. Xoş gördük. İcazə verirsinizsə biz Musa müəllim sizdən başlayaq. Çünki bu çıxış təkcə elmi çıxış deyildi, bu çox ciddi siyasi bir çıxış idi. Azərbaycan elminin yeni siyasətini də həm də özündə ehtiva edirdi. Akademiyanın 80 illik ömrü, amma Azərbaycan elminin 1000 ildən artıq bir ömrü var. Bəlkə də daha çox, indi elm tarixçiləri bunu daha dəqiq söyləyər. Amma bu 80 il həm də sistemli elmin formalaşmış, institutlaşmış, hətta mən deyərdim ki, elmi nailiyyətlərinin artıq bir sistematik halda formalaşdığı bir dövrdür. Amma zaman dəyişir, çağırışlar da dəyişib, yenilənməlidir. Və akademiyanın özündə də, akademiyanın institutlarında da, eyni zamanda Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi tədqiqat mərkəzlərində də yeni çağırışlara cavab verən bir model üzərində işləməlidir. Azərbaycan elmi buna hazırdırmı bu yeniliklərə və ölkə başçısının çıxışından siz hansı nəticələri götürdünüz? Dəvət üçün təşəkkür edirəm. Sizi və hörmətli tamaşaçılarımızı salamlayıram. Sizin televiziyanın rəhbərliyinə, sizə belə bir mövzuda müzakirə açdığınız üçün minnətdarlığımı bildirirəm. Çünki heç bir cəmiyyət
elmsiz, texnologiyasız inkişaf edə bilməz. Dünən Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş toplantıda Cənab Prezidentimiz İlham Əliyevin nitqi sizin çox düzgün olaraq təsbit etdiyiniz kimi böyük strateji əhəmiyyət daşıyan bir nitq idi. Bu təkcə bizim elmimizin qarşısına qoyulan vəzifələrin müəyyənləşdirilməsi deyildi. Bütövlükdə bizim dövlətimizin gələcəyi ilə bağlı ən vacib məsələləri ortaya qoyması ilə səciyyələnir. Həmin nitq biz geniş anlamda, ümumi şəkildə 3 hissədən ibarətdir. Birincisi, Cənab Prezidentimizin nitqində akademiyanın keçdiyi yola qiymət verildi. 1945-ci ildən bəri 80 ilinə. Və orada çox maraqlı bir fikir səsləndirdi. Dedi ki, hansı sistemdən asılı olmayaraq Azərbaycanda akademiyaya xüsusi diqqət verilib, elmimizə diqqət ayrılıb. Bəri başdan söyləyeyim ki, möhtərəm Cənab Prezidentimizin o nitqindəki hər bir cümlə çox dərindən təhlil edilməlidir və bundan sonraki 100 illiklər tariximizdə çox əhəmiyyətli, prinsipial məsələlər orada öz əksini tapır. Nitqin ikinci hissəsi bizim indiki vəziyyətimiz, dünyadakı vəziyyətimizdir. Dünyada gedən proseslər, Azərbaycanın vəziyyəti və buradan Cənab Prezidentimiz onu təhlil elədi və ondan çıxış eləyərək Cənab Prezidentimiz elmimizin qarşısında mühüm vəzifələri qoydu. Bu mühüm vəzifələrin içərisində heç şübhəsiz ilk növbədə müasir zamanla ayaqlaşmaq gəlir. Bizim ölkəmizdə informasiya texnologiyaları üzrə məşhur alimimiz, akademik Rasim müəllim Əliquliyev buradadır, o söyləyəcək. Mən o məsələlərə qətiyyən qarışmaq fikrim yoxdur. Xırdalıqlarına qədər ən yüksək mütəxəssis kimi söyləyəcək. Bir ölkənin, bir dövlətin inkişafı bir tərəfdən yeni texnologiyaların tətbiqi ilə bağlıdır. Dövlətin qüdrətini müəyyənləşdirən amillərdən biri yeni texnologiyaların tətbiqidir. Bu açıqlıq tələb edir, əməkdaşlıq tələb edir. O biri tərəfdənsə milli təhlükəsizliyin qorunması, qapalılıq və mühafizəkarlıq tələb edir. Bu ziddiyyət özü... Bu ziddiyyəti Azərbaycan və yaxud da əksliyi Azərbaycan necə özündə uzlaşdırır? Bunu indiyə qədər 2003-cü ildən bəri Cənab Prezidentimizin siyasətində biz uğurla uzlaşdığını gördük. Bu elm sahələri üzrə Cənab Prezidentimiz hər bir vəzifəni qoydu. Ona görə mən istərdim ki, o nitqdə irəli sürülən məsələlərin ardıcıllığı ilə siz çox doğru olaraq dediniz, təhlilə keçək. Yəni, ondan sonra Cənab Prezidentimiz nitqində kiber təhlükəsizlik, informasiya təhlükəsizliyi, ölkənin tək informasiya təhlükəsizliyi deyil, eyni zamanda fiziki mövcudluğudur bu məsələlər. Bax, ardıcıllıqla keçək, sonra tarix, dil məsələlərinə keçərik, konkret hərəmizin öz sahəmiz üzrə daha dərin təhlil olar. Bizim millətimiz də çox zəkalıdır. Yəni, o nitqin bütün millətə çatdırılması vacibdir. 100 illər keçəcək. O nitq hər bir alimin, hər bir institutun rəhbərinin masa üstü bir sənədi olmalıdır ki, bax, biz hansı işləri görməliyik? Haqlısınız. Musa müəllim, əslində sizin özünüz də Azərbaycan elminin yeni nəfəs gətirən alimlərindən sayıram. Çünki hələ ilk dövrdən çap olunan kitablarınızda Azərbaycan tarixinin elə sahələrini, elə mühüm yerlərini əhatə edirdiniz ki, o zaman ən az toxunulan və yaxud da ən az araşdırılan məsələlər idi. Tarix mövzusu ümumiyyətlə həmişə mübahisəli olub, bütün cəmiyyətlər üçün xarakterikdir. Ona görə əlbəttə biz tarixlə bağlı da məqamları ilə, ona görə də Bəhmən müəllimə də təşəkkür
təşəkkür edirəm. O da buradadır və birlikdə onu müzakirə edəcəyəm. Amma çox dəqiq qeyd elədiniz ki, kiber təhlükəsizlik anlayışı artıq göylərin təhlükəsizliyi deyil, fiziki təhlükəsizlik anlayışıdır. Və nə yaxşı ki, Azərbaycanda Rasim müəllim kimi alimlərimiz var, elm nəhəngimiz var. Mən illərdir Rasim müəllimi tanıdığım üçün və ümumiyyətlə o institutda toplaşan alimləri həqiqətən də bəzən onların səsini eşitmirik, adlarını bəlkə də bilmirik. Çünki onların həm xarakteri elədir, yəni işin xarakterilə irəli gələrək biraz səssiz qəhrəmanlardır. Amma onların böyük nailiyyətləri var və biz bugün informasiya təhlükəsizliyindən danışırıqsa, o institutda hansı işlərin getdiyini əlbəttə hamısını bilmirik. Sözsüz ki, bildiyimiz əsasında deyirəm ki, çox ciddi tədqiqatlarla bərabər praktik işlər də görülür və vaxtaşırı da müəyyən biz onun məqamlarını da öz cəmiyyətimizdə hiss edirik. Amma məsələ çox dərindən də artıq və bu il ümumiyyətlə bizim üçün kiber təhlükəsizlik baxımından çox təhlükəli il oldu. Önümüzdə də daha bir təhlükə süni intellektin artıq bütün sahələrdə öz əksini tapması. İndi doğrudur, biz süni intellekt deyəndə Rasim müəllim də razılaşar məndən, ancaq ChatGPT başa düşürük, amma məsələ o qədər sadə olsaydı nə vardı? Daha mürəkkəb məsələlərdir. Bu hərbi məsələlərdə belə artıq tətbiq olunursa və çoxdan tətbiq olunur və bizim ölkədə də kifayət qədər tətbiq olunur. Demək bu həm də fiziki təhlükəsizliyə siz demişkən çox böyük bir yeni suallar yaradır. Rasim müəllim, mən çox danışmayayım, sizin vaxtınızda sizin daha dəqiq ifadə eləyərsiniz. Bizi nə gözləyir, hazırıq mı ona və bizim müdafiə qalxanımız varmı? Təşəkkür edirəm dəvətinizə görə. Əvvəla cənab prezidentə minnətdarlığımızı bildiririk ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 ilin həsr olunmuş tədbirdə şəxsən iştirak etdi, alimlərimizi təbrik elədi və eyni zamanda hörmətli Musa müəllimin qeyd etdiyi kimi çox geniş proqram xarakterli bir çıxış etdi. Burada məsələyə biraz belə bir kontekstə baxmaq lazımdır ki, cənab prezident Elmlər Akademiyasının 80 illik tədbirində iştirak edəndə demək dünyanın mənzərəsinə baxmaq lazımdır. Dünyada hansı mənzərə vardır? Yəni demək istəyirəm ki, müharibələr, filənlər və eyni zamanda bu kontekstdə Azərbaycanın 2-ci Qarabağ müharibəsində qələbə çalması, bir neçə gündən sonra zəfər bayrağımızı qeyd eləməyimiz, yəni ölkəmiz artıq özünün suverenliyini bərpa eləyibdir, ərazi bütünlüyünü bərpa eləyibdir. Azərbaycan bayrağı ölkəmizin hər yerində sancılıbdır və bu kontekstdə eyni zamanda 2025-ci ilin ikinci kontekstdə açmaq istəyirəm ki, 2025-ci ilin konstitusiya və suverenlik ili olması, bu özü də bir böyük məsuliyyət, özü də bir eyni zamanda vətəndaşlardan və dövlət qurumlardan yeni yanaşma, yeni baxış tələb eləyir, məsuliyyət tələb eləyir. Yəni suverenliyi qazanılması bir işdirsə, onun qorunması, inkişaf etdirilməsi ikinci işdir. Və demək bu kontekstdə, yəni akademiyanın yubileyi 1, konstitusiya, suverenlik məsələsi 2, zəfər bayramından 5 ilin ötməsi və təmtəraqlı şəkildə bunun qeyd olunmasına hazırlıq və s. kontekstində cənab prezident qlobal səviyyədə Azərbaycanın yeri və ölkəmizin hal-hazırda apardığı daxili və xarici siyasətin o ana xəttində intellektuallığı görürdük biz. İntellektual, yəni artıq necə deyərlər, muskul, əzələdən söhbət getmir. Bütün aparılan siyasətdə, bax sadəcə bir misal çəkmək istəyirəm ki, hörmətli tamaşaçılarımız bunu hiss eləsin. Azərbaycanın xarici siyasəti ümumi anlayışdır, amma son zamanlar görürsün ki, süni intellekt sahəsində ölkəmizin daxili və xarici siyasəti formalaşır. Süni intellekt sahəsində ölkəmizin necə ki hərblə bağlı xarici hərb əməkdaşlıq, iqtisadi əməkdaşlıq bu günləri demirəm mən rəqəmsal sahədə, demirəm mən hansısa nə bilim mən şəbəkə texnologiya, yox, süni intellekt sahəsində ölkəmizin həm daxili siyasəti formalaşır, həm də xarici siyasəti formalaşır. Bax son təxminən bir il ərzində Çinlə, Amerika Birləşmiş Ştatları, digər ölkələrlə imzalanan bütün sənədlərin xüsusiyyətlərinə baxın. Bəli. Yəni artıq ayrıca müddəa kimi, ayrıca prioritet kimi, ayrıca istiqamət kimi, ayrıca əməkdaşlıq perspektivləri olaraq ölkədə həm daxili siyasət, yəni daxili siyasət nəyi nəzərdə tuturam mən? Bu ilin mart ayında cənab prezident tərəfindən baxmayaraq ki, bizdə kiber təhlükəsizlik ayrıca strategiya var. Baxmayaraq ki, rəqəmsal inkişafla bağlı ayrıca bizim dövlət proqramımız var, konsepsiyamız var. Baxmayaraq ki, son 20 ildən artıq müddət ərzində ölkəmizin əsas prioritetlərindən biri
İKT idi, informasiya, kommunikasiya, texnologiya və s. Amma bax, son 1-2 ildir cənab prezident tərəfindən Davos forumundan sonra başlayaraq 4-cü sənaye inqilabının Azərbaycana gətirilməsi, Azərbaycanda müəyyən təşkilatı tədbirlərin görülməsi, 4-cü sənaye inqilabını zəruri eləyən əsas faktorlar nədir? Süni intellekti, əşyaların interneti, bulut texnologiyalardır, kiber təhlükəsizlikdir, rəqəmsal əkizdir və s. Bütün bunlar hamısı Azərbaycana cənab prezidentin təşəbbüsü ilə onun atdığı addımlar çərçivəsində Azərbaycanda artıq institusional olaraq bütün dövlət qurumlarında, biznes şirkətlərində, biznes qurumlarında, vətəndaş cəmiyyəti institutlarında, akademik qurumlarda artıq həmin 4-cü sənaye inqilabının gətirdiyi problemlər elmi problemlərə çevrilibdir, prioritetlərə çevrilibdir, elmi tədqiqatla məşğul olurlar və bunların da əsas aparıcı lokomotivi süni intellektdir. İndi süni intellekti biz ümumən qəbul edirik ki, süni intellekt. Amma süni intellekti əgər biz belə rənginə versək, orada bütün elmlərin görüşdüyü nöqtədir. Bütün elmlərin. Əlbəttə ki, riyaziyyatdır, fizikadır, kimyadır, kompüter elmləridir. Bunun tarixi aspekti var, bunun iqtisadi aspekti var, bunun lingvistik dil aspektləri var, bunun kulturoloji aspektləri var, bunun riskləri var, kiber təhlükəsizlik aspektləri var. Süni intellekt sadə məsələ deyil. Ona görə də Azərbaycanda bu gün, indi mən elmə aid olduğu üçün deyirəm ki, həm də ki, ümumiyyətlə gedən prosesləri bir məsul şəxs kimi izləyirəm ki, Azərbaycanda həm təhsildə, həm orta məktəblərdə, həm ali təhsil sistemində, həm akademik qurumlarda bax, süni intellekt, rəqəmsal texnologiyalar, ayrı onu yaratdığı reallıqlar ölkəmizin ümumiyyətlə qlobal dünyada bizim ondan faydalana biləcəyimiz müəyyən imkanlar, rəqəmsal iqtisadiyyat və s. və ilaxır, eyni zamanda o təhlükələrin anlaşılması, ona qarşı ölkəmizin necə deyərlər, real məkanda bu günləri o bütün real sərhədində, hər bir nöqtəsində, Qarabağda və s. suverenlik necə təmin olunursa, böyük məsələ yaradır, böyük problem yaradır. İlin günün bu vaxtında cənab prezidentin o çıxışı kontekstində baxanda, bəs biz virtual məkanda, internet aləmdə suverenliyimizi təmin edə bilirikmi? Bax, ən böyük çağırış bu günlərə Azərbaycanın özü necə deyərlər, bir rəqəmsal olaraq ikiləşibdir. Real məkan var, Azərbaycanın xəritəsi var, bizim müvafiq qurumlarımız, güc orqanlarımız, müdafiə qurumlarımız və digər bütün Azərbaycanın təhlükəsizlik sisteminə aid olan qurumlar ölkəmizi qoruyurlar. Çox yüksək səviyyədə biz minnətdarıq onlara. Bəs virtual məkanın özü cəngəllik qanunu idarə olunaraq. Hələ cənab prezident dedi ki, o BMT-də və digər qurumlar özləri hələlik bu günləri öz missiyasını həyata keçirə bilmirlər. Artıq sanki güc elə bil ki, aparıcı mövqeyə keçibdir. Artıq hüquqdur, tənzimləmək kənara çəkilib. İndi hələ bu real məkanın belə problemləri kontekstində görə o virtual məkanlarla baş verir. Onu kim tənzimləyir, kim kimə hücum eləyir, kim kimə nə bilim mən hansı ziyanlar vurur. Hələ mən onun başqa nə bilim mən sərt demək istəyirəm ki, o texnoloji nəhənglər var ki, artıq dünyada artıq müəyyən proseslərə təsir edirlər. Bax, bütün bu reallıqlar kontekstində Azərbaycan, əlbəttə ki, dövlət siyasətimiz var, müəyyən tapşırıqlar verilir, müəyyən dövlət qurumları bu istiqamətdə kompleks tədbirə həyata keçirirlər. Cənab prezidentin verdiyi mesajın mahiyyətindən ibarət idi ki, biz hər şeyi xaricdən ala bilmərik. Biz hər texnoloji xaricdən getirə bilmərik. Azərbaycanın milli maraqları var, milli təhlükəsizlik onun prioritetləri var. Azərbaycan alimləri çalışmalıdır ki, həmin Azərbaycanı dediyimiz kimi, bax bu ilin kontekstində demək istəyirəm ki, Azərbaycanın virtual məkanda, internet aləmində kiber suverenliyin təmin olması. O kiber suverenliyin özü sadə məsələ deyil. Sən, misal üçün, Azərbaycanın dataları generasiya olunur. O, harda yerləşir, harda saxlanılır, harda emal olunur, hansı superkompüter fabrikində emal olunur və s. və ilaxıra bütün data suverenliyi aktuallaşdırır. Cənab prezidentin dillə bağlı dediyi məsələlər var ki, deyirik ki, müəyyən narahatlıqlar Cənab prezident haqlıdır ki, bəs virtual məkanda necədir? Virtual məkanda sel kimi sözlər Azərbaycan dilini necə çirkləyir, müəyyən qədər ekspansiya siyasəti var. Burada virtual məkanda Azərbaycan dövlətinin lingvistik suverenliyi məsələsi aktuallaşır. Dilimizi o virtual məkanda, o selin qarşısında, o başqa dillərin qarşısında dilimizi necə qoruyacaq? Ona qarşı hansısa texnoloji, süni intellekti və s. əsaslanmış hansı müəyyən elm araşdırmalar var? Bax, məhz bu günləri Azərbaycan alimlərinin bir qismi bax, bu istiqamətdə düşünür. Yəni, virtual məkanda Azərbaycan dilinin lingvistik suverenliyin təmin olunması, Azərbaycana mənsub olan, insanlara
qurumlara mənsub olan, dövlətin qurumlara mənsub olan, kritik əhəmiyyət daşıyan və s. o datalara necə sahib çıxacağıq? Və o insan resursları var ki, o hardan gətiriləcəkdir? Bəli. Gedib hansı qitədən gətirilən deyil, axı onu Azərbaycanda yetişdirmək lazımdır. Məhz buna görə də bu hal-hazırda cənab prezidentin bizim qarşımızda, alimlərin qarşısında etdiyi çıxışı mahiyyət bundan ibarət idi ki, ey alimlər, biz dünya ilə açığıq, münasibətlər qururuq, şirkətlərlə münasibətlər qururuq, investorları cəlb eləyirik. Azərbaycanın özünün təhlükəsizlik, kritik maraqları var. Bəli. Onu Azərbaycan hazırlamalıdır. O insan resursunu Azərbaycan hazırlamalıdır. Azərbaycanın maraqlarına xidmət edən açıq, qapalı problemləri Azərbaycan alim araşdırmalıdır. Biz hər şey üçün, necə deyirlər, o hər belə deyək ki, duz üçün qonşuya getməli deyilik. Azərbaycanın özünün milli maraqları var, prioritetləri var. Çox dəqiq ifadə elədiniz. Biz silahı tutaq ki də birinci və yaxud da ikinci Qarabağ savaşında silahı xaricdən ala bilərik və alırdıq da. Normal bir şeydir. Amma onu istifadə edən əskərimiz, ona komandanlıq edən zabitimiz özümüzünki oldu deyə və olmalıdır deyə, yəni bu qızıl şərtdir. Eyni zamanda mən düşünürəm ki, informasiya texnologiyalarında da bax o əskərimiz də, zabitimiz də özümüzünki olmalıdır. Mən sizə mütləq söz verəcəm, amma bir reklam dəqiqəmiz var. Ona ayrılaq sonra reklamdan sonra. Onun ikinci faktoru var. Bəs onun beynini kim yoxlayacaq o proqramı? Bax onu reklamdan sonra deyəcəksiniz.
Reklamlara baxdığımız müddətdə Rasim müəllimin verdiyi sual, reklama keçiddə verdiyi sual ki, bəs beyin harda olmalıdır, məni bayaqdan narahat edir. İcazə verirsə Rasim müəllim özü cavab versin o suala. Həqiqətən, bax, əskərimiz, zabitimiz özümüzün oldu və onu da qeyd edək ki, Azərbaycan universitetlərində İKT üzrə mütəxəssislərin, mühəndislərin yəni hazırlanması prosesində xeyli irəliləyiş var. Sayı artırılıb, keyfiyyətdə çox güman ki, sıçrayışı var. Amma beyin hardadır və harda olmalıdır? Söhbət ondan gedir ki, ölkəmizdə həm ölkəmizdə, həm də xaricdən alınan, istənilən o demək ki, rəqəmsal məhsullar, onun özünün iki hissəsi var, hardware deyirlər, onun aparat hissəsi, qurğusu və s. Bir də onun beyin hissəsi, ona deyirlər proqram təminatı. O proqram təminatının sahibi kimdirsə, özünüz bilirsiniz, bütün o qurğular onunkidir. Baxmayaraq, vizual olaraq səninki ola bilər. Amma onun beyni hansı ölkə tərəfindən yaradılırsa və onun bəzi hallarda, əksər hallarda onun sirrini də vermək istəmirlər. Bəli. Yəni onu əsaslandırırlar güya biznes, nə bilim mən, kommersiya sirridir, amma elə deyil. Özünüz bilirsiniz ki, istənilən anda o aktivləşə bilir. Bəli. Həmin o qrup sənin əleyhə istifadə oluna bilir, partlaya bilir. Hansısa missiyanı sənin verdiyi, mənim verdiyim komandanı icra etmir. Ona görə də bu günləri Azərbaycan dövlətində o qəbul edilmiş dövlət başı tərəfindən qəbul edilmiş sənədlərdə ayrıca ölkəmizdə proqram sənayesinin yaradılması, yəni ölkəmizdə bu qədər rəqəmsallaşma prosesinin özündə o ki, o beyni kim yaratmalıdır, hansı kadr yaratmalıdır, hansı təhsil yaratmalıdır, hansı elm bu işdə problemi araşdırmalıdır. Bax, o istiqamətdə də hal-hazırda dediyim kimi dövlət siyasəti vardır. Elm və Təhsil Nazirliyi keçən ildən başlayaraq ölkəmizin ali təhsil sistemində o proqram təminatını hazırlayan mütəxəssislərin yetişdirilməsi üçün artıq müəyyən addımlar atılıbdır. Müvafiq dövlət qurumları, Nazirlər Kabineti, Azərbaycan Ali Təhsil Sistemində proqram mühəndisləri, mən demirəm kompüter mühəndisləri, mən demirəm sistem mühəndisləri, mən demirəm hansısa başqa yox, məhz o beyni yaradan, ona nəzarət edən, kənardan gələn hansısa proqram məhsullarını renginə verib, ona əks proqram mühəndisliyi deyirlər. Olunmuşu görək onun içində nə var, nə yox, hansı təhlükə var, onu şəffaf şəkildə anlayan, onun üzərinə mühür vuran ki, bu istifadə oluna bilər, olmaz kritik sistemlərdə. Bax, bu istiqamətdə ölkəmizdə artıq çox, necə deyərlər, müəyyən qədər irəliyə getmişik. O beyni yaradan mütəxəssisləri, kadrları hazırlamaq və onun da elmi var, onun da müəyyən şeyləri var. Bütün bu pilotsuz uçuş aparatları indi ona sən 100% etibar deyə bilmirsən axı. Çünki milli maraqlar var, milli təhlükəsizlik məsələləri var. Onun özünün sertifikatlaşdırılması, onun daxilinin yoxlanılması, onun nə bilim hansısa boşluqların, bax bizim institutun apardığı tədqiqatlardan biri də həmin o süni intellektə və digər rəqəmsal, belə deyək ki, texnologiya əsaslanan o məhsulların beyninin yoxlanılması, onun kibri təhlükələrin aşkarlanması, ona qarşı daha dayanıqlı, milli, belə deyək ki, bir məhsulun hazırlanması istiqamətində işlər aparılır. Ona görə də hal-hazırda Cənab Prezidentin o texnoloji inkişaf, rəqəmsal inkişafla bağlı səsləndirdiyi tezislər çox geniş vəzifələri qoyur. Yəni, burada həm iqtisadçıların qarşısında da müəyyən dəstəyə ehtiyac var, biznes qurumu ilə məşğul olan şirkətlərdir, alimlərdir. Özdə xüsusi olaraq orada Cənab Prezidentin dediyi sözlərdən biri yadımdadır ki, bu proseslər koordinasiya olmalıdır, əlaqələndirilməlidir. Elmdir, təhsildir, istehsalatdır, innovasiyadır, şirkətdir, budur və s. və s. Xarici şirkətlərlə münasibət qurmaq lazımdır. Azərbaycan açıq dövlətdir, Azərbaycanın özünün strateji maraqları var, iqtisadi maraqları var. Bəli, əlbəttə biz qabaqcıl birliyi qəbul etməliyik, biz qapıları bağlamırıq. Amma milli maraqları, milli təhlükəsizlik maraqlarının yaddan çıxarılmaq şərti ilə ona görə də bu günləri Cənab Prezidentin məhz alimlərin qarşısında, tək Elmlər Akademiyasında çalışanlara da söhbət etmir. Azərbaycan elminin qarşısına qoyduğu vəzifə ondan ibarət edir ki, bax, demək bu istiqamətə düşünmək lazımdır, prioritetləri müəyyənləşdirmək lazımdır. O yeri gəlmiş orada dövlət, müvafiq dövlət qurumları da müəyyən tapşırıqlar verdilər ki, bunu tapşırıq kimi qəbul edib artıq demək fəaliyyətə başlamaq lazımdır. Bax, beyin məsələsini mən onu nəzərə tutdum ki, insan resursları üstə gəldə həmin o proqram məhsullarını yaxşı bilən, onun nə bilim mən ideyası, onun sertifikatlaşdırılması, onun o nə bilim mən dar, belə deyək ki, belə o dar boğazları və onların aşkarlanması. Mən məsəl üçün öz tələbələrimə deyirəm ki, məsəl üçün
şübhəli paraşütlə özü atarsan şeydən, samolyotdan, təyyarədən, şübhəli paraşütlə yox. Çünki inanmırsan o açılmaz. Ona görə də mütləq o paraşüt demək yoxlanılmalıdır. 1000 dəfə yoxlanılmalıdır. Onun üzərinə bir möhür vurulmalıdır ki, bu paraşütlə düşmək olar. Məhz həmin o proqram məhsulları, süni intellekt məhsulları, ayrı-ayrı texnoloji yeniliklər hər birisi Azərbaycanın müvafiq qurumları üçün şəffaf olmalıdır. O şəffaflıq təmin edəcəkdir Azərbaycanın özünün kritik məqamlarda təhlükəsizliyini və s. Çox sağ olun Rasim. Həqiqətən biraz açığı deyim ki, hardasa bir ümidsizlikdə yarandı sizin sözlərinizdən sonra. Çünki sanki maşınların üsyanı qarşısındayıq və yaxud da maşınların, bu bədii ədəbiyyatda çox işlənib bu variantlar. Amma hər halda reallıq budur ki, bəli, bizim əgər onu işlədəcək beyinlərimiz olmasa, demək bizim beynimizi işlədəcəklər. Bizim beynimizi hətta bizim əleyhimizə yönəldəcəklər. Bax, bunun təhlükəsi həm də buradadır. Və mən istəyirəm bu təhlükənin bütövlükdə ağırlığını da biz hiss eləyək. Əslində bu gedir bu proses. Bu proses gedir, vacibdir ki, bu belə miqyaslı şəkildə geçsin. Sosial media üzərindən tutmuş hər bir yerdə biz bunun bu və digər şəkildə görürük. Ən çox da elə bizim dəfələrlə Ceyhun müəllimin söhbətlərimizin əsasında da bu məqam yer tutubdur. Mən Ceyhun müəllimə mütləq sual verəcəm, amma icazə verirsə bu tarix məsələsinə görə Bəhmən müəllimə bir sual verim. Bəhmən müəllim, əslində Azərbaycan tarixi ilə bağlı da Azərbaycan prezidentinin bir qədər narahatlığı var idi. Xüsusən də Azərbaycan dövlətçilik tarixi ilə bağlı erməni diasporasının vaxtaşırı saxtalaşdırdığı və uğurla saxtalaşdırdığı, etiraf edək ki, uğurla saxtalaşdırdığı, özlərinə saxta tarix yazıblar, özlərinə saxta gerçəklik yazıblar və bütün dünyanı inandırıblar. İndi Azərbaycan elminin üzərində iki vəzifə durur, tarix elminin. Bir, öz gerçəyimizi yenidən yazmaq, çünki Sovet dövrü onu yazmağa qoymurdular, başqa cür yazırdılar, diktə ilə indi real gerçəyi yazmaq üçün milli kadrlar lazımdır. İkinci bir tərəfdən də illərlə, təxminən, indi mən təxminən götürürüm, 200 ildən artıqdır ki, erməni bütün mənbələri saxtalaşdırmaqla, özünə saxta tarix yaratmaqla bizim tariximizin əsasında özdə. Yəni, burada ən çox zərər çəkən bizik, çünki bizim tariximizi saxtalaşdırıbdır. Demək, biz həm müasir proseslərə cavab verməliyik, həm öz tariximizi bərpa eləməliyik, həm də üstəlik, bax, bu yad elmi deyək, Azərbaycan tarixinə mənimsəyən şəxslərmi deyək, onlara qarşı mübarizə aparmalıyıq. Tarix institutunu necə düşünür? Bax, nə edəcəksiniz siz də? Çünki son illərdə çox ciddi işlər görülüb tarix institutunda. Mən izləyirəm prosesləri, həm mövzular... Buyurun. Mən də sizi, bütün xalqımızı Zəfər Bayram günü münasibəti ilə, Bayraq Bayram günü münasibəti ilə təbrik edirəm. AMİA-nın 80 illiyi münasibəti ilə təbrik edirəm. Bu xoş günlərdə prezidentimizin 80 illiyi münasibəti ilə təntənəli tədbirdə iştirak eləməsi alimlərimizə elmə qayğının, münasibətin bir göstəricisidir. Prezidentimizin çıxışı həm keçmişin təhlili, həm də gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi idi. Burada alimlərimiz qeyd etdi, burada süni intellekt, müxtəlif məsələlərlə bağlıdır, dəqiq elmlərlə bağlı, təbiət elmlərlə bağlı yanaşı, eyni zamanda bir yaşam forması ilə bağlı bir mesaj var idi cəmiyyətə. Dünya dəyişib, Azərbaycan tamamilə yeni bir vəziyyətdə yaşayır. Biz öz addımlarımızı dəyişən dünyaya uyğunlaşdırmalıyıq. Eyni zamanda təşəbbüslər ilə sürməliyik. Bu təşəbbüslər bizi önə çıxarmalıdır. Azərbaycanın bu 44 günlük müharibədə olduğu kimi, antiterror hərəkatında olduğu kimi elm sahəsində də Azərbaycan mövqeyini möhkəmləndirməlidir. Azərbaycanın mövqeyi öndə olmalıdır və bununla da biz həm özümüzü gücləndiririk, dövlət olaraq, millət olaraq, eyni zamanda dünyada öz yerimizi möhkəmləndirməliyik. Qeyd etdiyim kimi prezidentimizin çıxışı bir çox sahələrlə yanaşı tarix və etnologiya ilminin inkişafına, istiqamətini göstərmək baxımından da mühüm məqamları əks elətdirdi. Qeyd olunduğu kimi, prezidentimiz ən qədim dövrlərdə müasir dövrə qədər məsələləri, tədqiqat istiqamətlərini qısa tezislər şəklində əks elətdirdi. Azərbaycan çox əsrlik tarixə malikdir
bu çox əsrlik tarixin tədqiq olunması üçün tədqiq olunmasında Azərbaycan alimlərinin üzərinə böyük yük düşür, vəzifə düşür. Eyni zamanda müasir dövr Azərbaycan artıq 30 ildən çoxdur Azərbaycan müstəqil, Azərbaycan Respublikası 30 ildən çox müstəqildir və qeyd olunduğu kimi biz bəlkə də heç bir xalqın nail olmadığı zəfərə nail olmuşuq. Heç bir xalqın nail olmadığı uğurlara nail olmuşuq və onların tarixdə əks etdirilməsi vacibdir. Bu qeyd və prezidentimizin çıxışından irəli gələrək Tarix və Etnologiya İnstitutunda da tədqiqatlar aparılır. Ən qədim dövrlərimizdən müasir dövrədək tədqiqatlar aparılır. Hər il çox saylı Fəhmə müəllim, bir sual icazə verirsinizsə elə tədqiqatlarla bağlı. Azərbaycan prezidenti orada qeyd etdi ki, biz 44 günlük müharibəni hər gününü bir tarix yazdıq. Bu həqiqətən belədir, gerçəkdir bu. Və bu tarixdə hərb tarixidir və artıq prezident də qeyd elədi ki, müxtəlif yerlərdə dərsliklərə salınan, dərs vəsaiti kimi, nümunə kimi göstərilən bir hadisələr baş verdi. Azərbaycanın hərb tarixi yazılıbmı? Və xüsusən də 44 günün hərb tarixi yeni texnologiyalarla insan amilinin birləşdirilərək mübarizədə istifadə olunması. Bax, belə bir fundamental əsər var mı əlimizdə? Heç mənim qeyd olunduğu kimi prezidentimizin qoyduğu istiqamətlərə uyğun olaraq bir çox Elmlər Akademiyasının bir çox institutları, o cümlədən Tarix və Etnologiya İnstitutu yeni dövrə uyğunlaşır. Məsələn, bizdə Qarabağ müharibəsi tarixi, müharibələr tarixi və Böyük Qayıdış Hərəkatı şöbəsi yaradılır. Burada məqsədyönlü işlər görülür. Eləcə də Azərbaycan Respublikasının tarixi şöbəsində məqsədyönlü işlər görülür. Və digər şöbələrdə də tədqiqatlar aparılır və 2024-cü ildə, 2025-ci ildə qeyd olunan mövzularda tədqiqatlar aparılıb. Kitablar ortaya çıxarılıb və bunların təqdimatları keçirilib. Buna baxmayaraq, prezidentimizin qeyd etdiyi kimi bu işlərdən kifayətlənmək olmaz. Yeni dövrün tələblərinə uyğun olaraq biz də işlərimizi genişləndiririk. Qeyd olunan mövzularda tədqiqatlarımızı genişləndiririk. Əslində Bəhmə müəllim, Kərim müəllim də başda olmaqla ümumiyyətlə Tarix İnstitutunda bir neçə alim var ki, onların qismət olubdur şəxsən işləmək birgə layihədə və yaxud da hansısa bir prosesdə və həqiqətən də güclü kadrlarımız var, güclü tədqiqatları da var, elmi əhəmiyyət daşıyan Azərbaycan tarixi üçün mühüm məsələlərdir. Amma sözsüz ki, bir qədər daha çevik işləmək lazımdır. Çünki bayaq Rasim müəllimin dediyindən mən çox ağır bir nəticələr çıxartdım ki, sürətlə dəyişən bir dövrdə biz də sürətli və çevik hərəkətə hazır olmalıyıq. Yəni o əvvəlki akademik yanaşma ilə bərabər çevik reaksiyanı da bacarmalıyıq. Çox təəssüf ki, bu həmişə elm akademik mənbələrdən yayılmır. Bugün də xüsusən də sosial mediada hamı alim olduğu bir dövrdə, xüsusən də düşmənlərimiz sosial media üzərindən özlərinə saxta tarix uydurub, bizim tariximizə şərik duracaq faktlar, mən bunu dırnaq içində deyirəm, ortaya qoyduğu bir dövrdə bizim həm də burada, bu cəbhədə vuruşacaq hazırlıqlı kadrlarımız olmalıdır. Yəni, akademik elmlə bərabər kütləvi elmə də ehtiyac var. Bax, bu, siz akademik əməyinizi mən yüksək dəyərləndirirəm, amma düşünürəm ki, mənim fikrimdir, Azərbaycan tarixinin publik, yəni daha kütləvi olması üçün də bir xətt ayrılmalıdır. Bax, belə bir məsələlərdir də. Çünki açıq etiraf edək ki, biz bir çox hallarda tarixi təkcə mənbələrdə yox, oxucu kimin bəzən bədii romanlardan öyrənmişik. Sonradan tarixi faktlarla tutuşdurub onu bir gerçəkliyi yaratmışıq. Bunun da çox böyük təsiri var. Bax, bunu mən həm də istəyirəm. Elçimən, burada qeyd etdiyiniz kimi biz yeni dövrün tələbləri o qədər mürəkkəbdir ki, mürəkkəb olmaqla yanaşı burada prezidentimizin çıxışından gələn bir sıra mesajlar alınıbdır. Məncə bütün elm camiəsi, Azərbaycan elm adamları prezidentimizin çıxışındakı mesajları başa düşdü, dərk etdi və gələcəkdə biz məsələn ictimai elmlərin, o cümlənin tarix və
informasiya kommunikasiya texnologiyaları, süni intellekt vasitəsilə tarix tədqiqatçıların, etnoloji tədqiqatçıların əlaqələndirməsi istiqamətində işlər görməyi nəzərdə tuturuq. Yəni burada bunları çoxlu konkret məsələləri sadalamaq mümkün deyil ki, sən. Bilirəm, mümkün deyil, amma Bəhmə müəllim, mən bilirsiniz nəyi nəzərdə tuturam. Bəzən sizin gördüyünüz elmi nəticələr, elmi işlərin nəticələrin yeni informasiya texnologiyalarının dili ilə çatdırılmaqla, daha böyük kütlə qazanmaqla bərabər bizim özümüzü də silahlandırırsınız. Jurnalistləri, təbliğat aparanlarını, blogerləri, ümumiyyətlə hamını. Çünki bizə də mənbə lazımdır. Gəlin etiraf edək ki, bu məsələdə mən bir də çox belə qəribə bir misal çəkəcəm, çünki mənə bu çox pis təsir eləmişdi. Siz də bu yaxınlarda Akstafada olmuşdunuz deyəsən, ekspedisiyaya getmişdiniz, doğrudurmu? Orada Aşağı Göycəli kəndinin yaxınlığında Azərbaycan arxeoloqları, İtalyan arxeoloqları ilə birlikdə Tabatəpə bir arxeoloji qazıntı apardılar və çox mühüm bir tapıntı tapdılar. Siz təsvir edin ki, İtaliya mətbuatı həm akademik, həm Xarici İşlər Nazirliyinin rəsmi saytında bu böyük fakt kimi qeyd olundu. Bu çox böyük tapıntıdır. Amma çox təəssüf ki, mən indi bu tapıntını bizim informasiya orqanları verdi. Həmən institutun, arxeologiya ilə məşğul olan institutun YouTube kanalında və yaxud da sosial media hesablarında mən yetərincə məlumat görə bilmədim. Bilirsiniz, kimlərinsə yubileyi haqqında videolar yerləşdirmək olar və lazımdır. Amma bu dəqiqə bizim üçün, əgər İtaliya mətbuatı bundan yazırsa, demək biz bundan 5 dəfə çox yazmalıyıq. Özü 5 dildə yazmalıyıq. Bax, mən bunu görmürəm bəzən. Yəni, mən demək istədiyim Bəhmə mənim budur ki, kütləviləşməyi, hər birinin qapısının ağzına gelib çatdırmağı borçluyuq biz. Biz, kütləvi informasiya vasitələri. O materialı da siz bizə verməlisiniz. Yəni, siz də bizdən, bəli. Sizin fikrinizlə razıyam. Yəqin ki, gələcəkdə elmi təşkilatlar, elmi tədqiqat institutları ilə kütləvi informasiya vasitələri arasında bir əməkdaşlıq formaları tapılmalıdır. Və bu, indiyənə kimi olan əməkdaşlıq formalarını daha da genişləndirmək, daha da bu dövrün tələblərini, yeniləşən dövrün tələblərinə uyğunlaşdırmaq lazımdır. Razıyam. Özü sizin institutun direktoru hörmətli Kərim müəllim bu məsələdə çox ciddi yanaşır. Yəni açıq etiraf eləyək ki, zəng eləyirsən və dərhal da lazım olan şöbədən lazım olan mütəxəssisin ayrılmasında sözün əsl mənasında kömək eləyir. Çünki bilir ki, bu ümumilli işdir. Kaş hamı belə olaydı. Kaş bütün institutlar bax belə qapısı açıq olaydı. Rasim müəllimin özü ilə mən burada da deyə demirəm, amma Musa müəllim də institut rəhbəri ilə dövrdə çox rahatlıqla hər bir şeylə kömək eləyirdilər. Çünki bilirlər ki, ümumi işimizdir. Amma indi bəzən elə institutlar var ki, həmən akademiyanın binasında onların direktorları yox, onların elmi katiblərinə belə sözümüzü deyib mütəxəssis ala bilmirik. Mən bütün bunları ona görə saxladım ki, Ceyhun müəllimə biz həmişə bu məsələləri çox gileyləndirik, amma əsas problem və məni qorxudan problem Rasim müəllimə biraz qorxutdu, bu qorxunun üzərinə qorxu gətirdi. Gənclər elmə gəlirmi? Bu ilin nəticələrinə görə magistr qəbulları çox aşağıdır. Mən indi hələ bilmirəm ki, doktoranturada vəziyyət nədir, açıq o rəqəmlərə baxa bilməmişəm. Biraz da məni düşündürür. Biz bəlkə hansısa o çətinliklər, bürokratik yollarla kimlərisə küstürürükmü və yaxud da ambisiyalara görə kimlərisə elindən uzaq tuturuq. Amma bax, qeyd olundu, bizə çox ciddi elmdə məşğul olacaq insanlara ehtiyac var. Yəni, elmi aclıq var. Burada vəziyyət necədir? Birinci qeyd edək ki, biraz bundan əvvəl qeyd olundu. Əslində, Cənab Prezidentin çıxışı çox konseptual və bir yol xəritəsi məqsədi daşıyan bir çıxış idi. Və biz eyni zamanda Cənab Prezidentin çıxışında post-müharibə dövründə bizim qarşımızda hansı vəzifələr durur, o istiqamətdə də çox mühüm mesajların şahidi olduq. Yəni, bugün biz arxanlaşmamalıyıq və biraz bundan əvvəl də qeyd olunduğu kimi biz bugün ciddi bir formada manipulyasiya, saxta xəbərlər, yalan xəbərlər, sosial media vasitəsilə müəyyən addımların atıldığını açıq şəkildə müşahidə edirik və ciddi proseslər gedir və qarşıdakı dövr çox ağır və mürəkkəb bir dövr olacaq və o dövrə də biz tam hazır olmalıyıq və ona hazır olmaq üçün də biz öncə elmi sahədə gücümüzü daha da artırmalıyıq və hər bir ölkənin elmi potensialı, onun gücü elmə verdiyi dəyərlə ölçülür. Məhz Cənab Prezidentin Milli Elmlər Akademiyasının 80 illik
yubileyində gəlib bizim alimlərimizlə görüşməsi bir daha bunu açıq-aydın göstərdi. Sizin qeyd etdiyiniz məsələyə gəldikdə isə bəli, biz sizin verilişdə dəfələrlə bunu müzakirə etmişik. Bugün bizim qarşımızda duran eyni zamanda ən mühüm vəzifələrdən biri gənclərin elmə marağının artırılmasıdır və gənclərin elmə gəlməsidir. Və eyni zamanda bu o deməkdir ki, Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi intellektual kəsimin artması və eyni zamanda həm Azərbaycan dilində, həm də müxtəlif dillərdə əsərlərin yazılması və ortaya qoyulmasıdır. Və bugün biz bu prosesdə fəal olmalıyıq. Baxın, real rəqəmlərə gəldikdə onu qeyd etməliyik ki, bu il təəssüf ki, ümumilikdə 3000 nəfər, yəni daha dəqiq desək, magistraturaya qəbulda 3000 yer boş qaldı və bunun ən çox diqqət çəkən tərəfi isə onların arasında 1200 nəfərinin, 1200 yerin dövlət sifarişli əsaslı olmasıdır. Yəni, bu kifayət qədər böyük bir rəqəmdir. Yəni, qeyd etdiyimiz formada, yəni 3000 və 1200 dövlət sifarişlidir. Bu onu göstərir ki, sürətli bir azalma var və mən sizə bir faktı da qeyd edim. Eyni proses bizim doktorantura səviyyəsində də gedir. Misal üçün, əgər əvvəlki dövrlərdə akademiyada bir institutda 23 yer uğrunda 100 nəfər mübarizə aparırdısa, məndə olan məlumata görə bu rəsmi şəkildə də açıqlandı. Əvvəlki dövrdə, məsələn, bəzi akademiyanın institutlarında artıq ümumiyyətlə doktoranturaya müraciət etməyən və belə bir hallar da artıq müşahidə olunmağa başladı. Yəni, əvvəlki demək formada maraq yoxdur. Bunun müxtəlif səbəbləri var. Yəni, bu səbəb sırf dövlətdən qaynaqlanan bir səbəb deyil. Bir neçə səbəb var. Ümumilikdə gənclərin elmə marağı getdikcə azalır. Yəni, biz bunu nisbətən də olsa müşahidə etməyə çalışırıq. Məsələn, magistratura ilə bağlı mən bu arada gənclərlə də çox söhbət edirəm. Deyirəm ki, siz nə üçün magistratura oxumaq istəmirsiniz? Birinci sual olur, magistratura mənə nə verəcək? Bəli. Və eyni zamanda magistraturanın 2 il olması, ümumiyyətlə magistratura sisteminin bizdə tam oturuşmaması məsələsi də bu proses təsirini göstərir. Yəni, magistratura dünyada elmi bir mərhələ hesab olunur və burada daha çox tədqiqat yönümlü işlər görülür və eyni zamanda magistraturada biz bir sıra ölkələrdə təhsilin 1 ilə endirildiyinin də şahidik. Mən düşünürəm ki, indi ali təhsil haqqında qanunla bağlı müəyyən işlər gedir. Biz növbəti mərhələdə bu barədə düşünməliyik. Burada baxın, problem nədir? Əgər magistraturaya qəbul yoxdursa, siz magistraturanı oxumadan doktoranturaya gedə bilməyəcəksiniz. Bu avtomatik öz təsirini göstərəcək doktorantura mərhələsindədir. Artıq doktoranturada bu özünü göstərəndən sonra tədqiqatda özünü göstərəcək. Bizim universitetlərimizin özünün fəaliyyətini də göstərəcək. Çünki kadr çatışmazlığı. Bəli, bu dünyada var. Yəni, mən sizə deyim ki, bugün dünyanın əksər ölkələri bu problemi yaşayırlar ciddi bir formada. Yəni, söhbət ondan gedir ki, misal üçün, universitetdə şərt var ki, mütləq magistratura təhsil almalıdır. İndi bizdə bəzi universitetlərdə artıq son kursların tələbələri bu proseslərdə iştirak edirlər və ya magistr tələbələri iştirak edirlər və bu da qeyd etdiyimiz kimi gələcəkdə bizim üçün müəyyən bir çətinlikləri yarada bilər və burada məsələ nədir? Digər bir məsələ, mən bunu bir neçə dəfə demişəm, təbii ki, biz elmi şəffaflaşdırmalıyıq. Yəni, burada həqiqi elmi işlər olmalıdır, plagiat işlər olmamalıdır və eyni zamanda mən düşünürəm ki, biz doktorantura ilə də bağlı şərtləri müəyyən qədər asanlaşdırmalıyıq. Baxın, indi mən bunu bir neçə dəfə demişəm. Biz ingilis dilini bilməliyik. Mən razıyam. Amma bugün ingilis dili magistratura səviyyəsində və ya doktorantura səviyyəsində bizə bəzən bariyera olur, yoxsa ümumi prosesə təkan verir. Misal üçün, biz bunu təşviq etməliyik, bu istiqamətdə işləri aparmalıyıq. Amma, məsələn, çox savadlı bir arxeoloq, tarixçi alim bu ingilis dilini bilmədiyinə görə imtahanlarda keçə bilmir.
Bu o prosesdə biz hansı addımları ata bilərik, nələr edə bilərik? Yenə deyirəm, ümumilikdə bu qərar mütərəqqi önəmli bir qərardır. Amma bunun reallıqda nə qədər təsir var? Məsələn, mən soruşuram gənclərin bir hissəsindən magistratura keçə bilməməkdə ingilis dilinin rolu var. Doktoranturada bunun rolu var. Eyni zamanda doktoranturada, yəni bu mərhələlər ki var. Məsələn, ən ciddi problemlərdən biri doktoranturanın 2 mərhələdən olmasıdır. Bəli. Biz bunu mütləq şəkildə ən qısa vaxtda dünya praktikasına uyğun olaraq bir mərhələdən ibarət etməliyik. Çünki niyə eləmirik yaxşı? Yəni, hər halda bununla bağlı keçən çağırışda bir qanun layihəsi də hazırlandı. Mən hesab edirəm ki, burada artıq Elm və Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası və eyni zamanda Milli Məclis olaraq biz də bu bir yerdə bu qərarın qəbul edilməsi və bu istiqamətdə addımların atılmasına başlamalıyıq. Çünki yəni əngəl varmı bu istiqamətdə? Mən düşünürəm heç bir əngəl yoxdur. Yəni Milli Elmlər Akademiyası əngəl eləmir ki, Elm Təhsil Nazirliyi eləmir ki. Bəs nə bilirsiniz, çox ciddi məsələdir. Əslində siz bir önəmli məsələ dediniz. Bugün bizim çatışmayan cəhətlərimizdən biri də çeviklik məsələsidir. Bəli. Biz çox çevik olmalıyıq. Biz işlər görürük, addımlar atırıq. Amma biraz daha da çevik bir formada bu proseslər həyata keçirməlidir. Çünki zaman keçdikcə, baxın, indi biz rəqabət, bu proses hara aparır? Məsələn, reytinqlərə də baxanda hər bir ölkənin alimləri əsas götürülür, elm araşdırmaları götürülür və s. Bugün bizim alimlərimizin yaxşı göstəriciləri var. Amma bir neçə ildən sonra bu göstəricilər hansı formada olacaq və hansı istiqamətdə gedəcək? Ona görə bu hesab edirəm ki, bu istiqamətdə də biz prosesi sürətləndirməliyik. Yəni, baxın, bugün bizim elmi şuralarda artıq biz bir sıra sahələrdə mütəxəssis tapa bilmirik. Bu əslində ciddi sos siqnalıdır. Biz artıq xaricdən gətiririk, xaricdən alim axtarırıq, xaricdən mütəxəssis gətirməyə çalışırıq. Ona görə burada da bu əslində Cənab Prezidentin çıxışında bu intellektual kəsimlə bağlı, ümumiyyətlə süni intellektlə bağlı, kiber təhlükəsizliklə bağlı, iqtisadiyyatla bağlı və digər məsələlərlə bağlı irəli sürülən məsələlər də əslində o mesajı idi ki, biz bu prosesdə daha sürətli bir formada hərəkət etməliyik və daha çevik addımlar atmalıyıq ki, bu Azərbaycanın həm elm məbədini qoruyaq, həm də Azərbaycanın elm sahəsində üstünlüyünü qoruyaq. Baxın, indi burada çox gözəl fikirlər söylənildi. Yüksək texnologiya ola bilər, avadanlıq ola bilər. Amma bunu istifadə edəcək intellektual, yüksək intellektual bilikə malik insanlar da lazımdır. Və burada bir məsələni də deyim, əslində orada Cənab Prezidentin çox önəmli bir mesajı da bizim dövlət qurumlarımızın Milli Elmlər Akademiyasından sıx işləməsidir. Bəzən hətta qonşuluqda yerləşən nazirliklər belə o akademiyanın potensialından istifadə eləmir. Və onu da qeyd edək, Rasim müəllim yəqin o məsələyə toxunacaq. Bizim alimlərimizin, indi mən bir neçə sərgidə iştirak etmişəm, bizim çox yaxşı potensial alimlərimiz var, onların yaxşı işləri var, o sahədə də biz mütləq əməkdaşlıq etməliyik. İcazənizlə bir dəqiqəlik reklam fasiləsindən sonra davam etdirək.
Müzakirəmizi davam elətdirək. Əslində Ceyhun müəllim çox belə ciddi bir mövzuya toxundu və bu müzakirədə həm də dünən Azərbaycan prezidenti Azərbaycan dili ilə bağlı çox böyük bir hissəni ayırdı və dillə bağlı da məsələlərə toxundu. Bizim Zoom bağlantımızda Nəsimə adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli də var. Nadir müəllim, xoş gördük sizi. Çox sağ olun. Nadir müəllim, bir xahişimiz olacaq, bir qədər monitoru uzaq edin, biz sizi yaxşı görə bilək. Biraz imkan varsa, bax biraz, ki belə daha aydın görək. Nadir müəllim, biz əslində Azərbaycan dili ilə bağlı məsələlərə də indi sizə sual kimi verəcəyik. Yəqin ki, özünüzü görürsünüz ekrandan, bax bu cür tənzimləyin. Belə yaxşıdır? Bəli, belə yaxşıdır. Amma icazə verirsə, bayaq Ceyhun müəllim bir məsələyə toxundu, ona Musa müəllim də cavab vermək istəyir, Rasim müəllim də bununla bağlı münasibət bildirmək istəyir. Bu məsələyə toxunaq, sonra ayrıca sizlə bu məsələni müzakirə edək. Buyurun Musa müəllim, siz nəyə qeyd eləmək istəyirdiniz? Bu, hörmətli Ceyhun müəllim müdafiə məsələlərinə toxundu. Fəlsəfə doktoru, elmlər doktoru. Bilirsiniz, dünyada bunun bəlli praktikası var. Bəli. Alim ya alim olur ya da olmur. Alimin namizədi olmur. Yaxşı dediniz. Bunun daha prinsipial tərəfi nədən ibarətdir? Bir şəxs fəlsəfə doktorunu müdafiə eləyir, doktorluq işini. O, elmlər doktoru işini müdafiə eləyənə qədər ömrünün bəlli bir hissəsini sərf eləyir. Belə çıxır ki, onun məqsədi elmlər doktorluğunu müdafiə etməkdir. Amma fikir verin, əgər fəlsəfə doktoru müdafiə eləyən bir şəxs bir müdafiə olursa, o, bəlli şərtlər müəyyənləşdirilir. Deyək ki, ondan sonra əgər dosent keçəcəksə, professorluğa qədər yüksələcəksə, bəlli şərtlər, beynəlxalq reytinqli jurnallarda məqalələrinin çap edilməsi, beynəlxalq konferanslarda çıxış, məruzələrin edilməsi, monoqrafiyaların çapı, bütün bunlar hamısı nəyə gətirib çıxardır? Deyək ki, hər bir şəxs 10 il doktorluq işinə sərf eləyəcəksə və o müdafiə olunandan sonra rəfdə qalacaqsa, heç bir onun nəticələri istehsalata tətbiq edilməyəcəksə, amma müdafiə eləyən bir gənc o yazdığı məqalələrlə beynəlxalq indekslərə düşə bilir, Azərbaycan elminin reytingi arta bilir. Ona görə həmin çıxışda möhtərəm cənab prezidentimiz çox vacib bir məsələni dedi. Dedi ki, təbii sərvət tükənir, amma bizim üçün ən vacib olan məsələ insan kapitalıdır, o daim qalır. Deməli, buradan belə bir sual ortaya çıxır. Cənab prezidentimiz nitqində prinsipial olaraq nəyi irəli sürdü? Elmimizdə islahatların aparılmasını, elmin səmərəliliyinin artırılması, elmin nəticələrinin istehsalata, sənayeyə tətbiq edilməsi. Bu vacibdir və o zaman artıq gənclərin elmə gəlməsində də bəlli
maraq artacaq və gənclər bir anlıq yenə də təsəvvür eləyək ki, Azərbaycanda müdafiə edən bir fəlsəfə doktoru xaricdə elmlər doktoru kimi qəbul edilir. Azərbaycana gələndə fəlsəfə doktoru kimi. Bəs onda elmlər doktoru necə qəbul olunur onda xaricdə? Onda soruşulur ki, elmlər doktoru necə qəbul olunur? Yəni bu sistemdə mütləq dəyişikliklərin olmasında fayda vardır. Həm də məsələnin başqa bir tərəfi var. Bunların iki mərhələdə hazırlanmasına nə qədər məsrəflər gedir dövlət büdcəsindən? İnsanların vaxtı nə qədər gedir? Mən tarix sahəsində söyləyirəm. Bizim tarix elmi sahəsində dünyanın bir 8 ölkəsinin arxivində işlədiyim üçün söyləyirəm. Ən yaxşı şərait Azərbaycan arxivlərində var. Gedin, istənilən şəxs bütün həftənin 5 günü gedib arxivlərdə işləyə bilir. Arxiv açılandan bağlanana qədər. Heç bir məhdudiyyəti yoxdur. Bunun önünü açmaqdan ötürü bax bu sahədə dərin islahatlar getməlidir və yenə də bir sual verilməlidir. Biz indi icazə versə sonra tarixlə bağlı cənab prezidentimizin söylədiklərindən bağlı öz fikirlərimi də deyərəm. Rasim müəllim fikrindən sonra. Biz elmimizdən nə istəyirik? Elmimizdə hər hansı bir sahədə. Məqsəd nədən ibarətdir? Həmin məqsədə biz hansı strukturla çata bilərik? Neçə nəfərlə çata bilərik? Hansı maliyyə ilə çata bilərik? Yəni yol xəritəsi olmalıdır da bizdə. Konkret hədəf müəyyənləşməlidir. O hədəfə çatmağın yolları müəyyənləşməlidir, mərhələləri müəyyənləşməlidir. Taktiki və bir də strateji. Amma məsələn üzr istəyirəm. Baxın Ceyhun müəllim dedi ki, bu məsələ qanun şəklində təsbit olunmalıdır və bu Milli Məclisdədir. Və sözsüz ki, Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası bu məsələdə daha təşəbbüskar olmalıdır. Siz həm Milli Elmlər Akademiyasının müxbir üzvüsüz, həm də Elm və Təhsil Komitəsinin üzvüsüz və parlamentdə o vaxt mən üzr istəyirəm, o vaxt işçi qrupunun sədr müavinidim və mən bir mənalı şəkildə bir müdafiənin tərəfdarı olan şəxsəm. Çünki onun Azərbaycana yalnız faydası var. Bəs bizim necə eləyək ki, bax bunu sürətləndirək? Elmimizin dünyaya çıxmasına kömək eləyər. Niyə görə məsələn bəzi ölkələrin elmləri, Rasim müəllimgil o reytinqləri daha yaxşı bilirlər. Nə üçün olar deyək ki, bizdən, mən qonşular bəzi sahələrdə bizdən irəlidə niyə olmalıdırlar beynəlxalq reytinqlərdə? Təbii ki, onların da bəlli usulları var, xaricdə işləyənləri ilə. Yox, aydındır, o usulları bəli, razıyam sizə. Birlikdə məqalələr verirlər, çıxırlar. Yəni, bu sahədə çox ciddi islahatların aparılmasına ehtiyac var. Bəs niyə eləyəmir o qanunu? Qurumlar bu işin önündə getməlidirlər. Niyə getmirlər? Artıq o sualın cavabı məndə deyil. Yəni, kimə verək o sualı, yaxşı? Yəni, hər halda siz bilirsiniz. Rasim bəlkə sizə verək bir sual. Əlbəttə ki, mən belə deyək də, o tam məlumatlı deyiləm, amma müəyyən qədər qismi məlumatım var ki, ayrı-ayrı belə bu işə məsul olan dövlət qurumları bu istiqamətə düşünürlər, müzakirə aparırlar. Əlbəttə ki, dəyərli stollara ehtiyac vardır. Çünki burada görürsünüz, Musa müəllim, demək ki, Ceyhun müəllim, hərəsi öz baxışları var, əsaslandırırlar. Çox gözəl. Bunların hamısını mən müsbət qəbul edirəm. Amma digər tərəfdən də demək, bu işə aidiyyəti olan müxtəlif dövlət qurumları var. Onların sayı da az deyil. Az deyil. Bunların hardasa demək, bax, cənab prezidentin bu çıxışı kontekstində, bu çağırışı kontekstində, qoyduğu vəzifələr kontekstində bəli, yüksək keyfiyyətli, elmi dərəcəsi olan insan resursunun yetişdirilməsinə yeni bir yanaşmaya ehtiyac vardır. Bunu mən tam qəbul edirəm. O ki qaldı, elmə niyə gəlmirlər, sizin bir sualınız oldu. Onun sırf obyektiv səbəbləri var. Sırf obyektiv səbəbləri var. Nə ilə bağlamaq istəyirəm? Vaxtilə, Sovetlərin vaxtında Azərbaycanda qapalı cəmiyyəti idi. Qapalı mühiti idi, qapalı iqtisadi sistemi idi və s. Ona görə də demək, belə deyək də, bütün bu insan fəaliyyətinin əsas lokomotivi əlin havas çörəyə çatacaqdır. Onun əsas aparıcı lokomotivi əlin havas çörəyə çatacaqdır.
Yəni, vaxtilə elmlə məşğul olmaq xoşbəxt həyata çatmağın yollarından biri idi. Bu ki, internetin ortaya çıxması, dünyada qloballaşma prosesinin başlaması, dünya iqtisadi sisteminin tamamilə transformasiya olması yeni bir şeyə, artıq məsafədən eşitdiyi, nə bilim mən, müxtəlif belə üsullarla, normal üsullarla pul qazanmaq imkanlarıdır. Hal-hazırda indi mən Avropada Azərbaycanı bir mötəbər qurumda təmsil edirəm, Avropa İttifaqının nəzdində şərq tərəfdaşlığı siyasətinin tərkibində. Orada da ən belə sizin verdiyi sual, belə deyək ki, tək Azərbaycan işi yox, bütün dünyada bu qloballaşmadan, internetdən gələn problem kimi ali məktəbi tam oxumaq istəmirlər. Çünki ali məktəbə 4 il, 5 il, 6 il vaxt sərf edib, xüsusən də kompüter elmləri sahəsində, xüsusən də proqram mühəndisləri, xüsusən də data scientistlər, xüsusən də kiber təhlükəsizlik mütəxəssisləri düşünürlər ki, 4 il magistratura, bakalavr, 2 ildə magistratura, sonra 3 ildə fəlsəfə doktoru, 7-8 ildən sonra əlin çörəyə çatmayacaq. Hal-hazırda o kompüter, mobil telefon ki, bir əmək aləti kimi həm də əmək aləti kimi sənə çörək verir, sənə çörək qazandırır. Sən oturub Azərbaycanda dünyanın istənilən resursları, istənilən şirkətlərin sifariş qəbul edib, bəlkə də alanlar da var, bizim institutda da var belələri, alanlar da var yüksək səviyyədə. Elə bayaqlar sizin qediyiniz YouTube-ün özündə də müəyyən hansısa bir promotion etmək, nəyisə yaymaq eləmək, onun özü də onlara pul qazandırır. Ona görə də dünyanın aparıcı şirkətlərin rəhbərlərinin heç əksəriyyəti ali məktəbi tam bitirməyibdi. Biri Harvard yarımçı qoyub gedibdi, biri Stanford yarımçı qoyub gedir, biri o birisi, bu birisi IMBN. Yəni dünyada obyektiv mənzərə ondan ibarətdir ki, intellektual fəaliyyətlə məşğul olub, cari demək olaraq əmək bazarında nəyisə qazanmaq o qədər də asan məsələ deyil. Düzdür, intellektual fəaliyyətdən qazanırsan, yeni dəyər yaradarsan, yeni proqram məhsul yaradarsan, hansısa edirsən, daha böyüyünü əldə edə bilərsən, daha böyük, necə deyək, əmək haqqı əldə edə bilərsən. Ona görə də burada demək bir ikili yanaşma var ki, ya cari olaraq ailəni dolandırmaq, özünü xoşbəxt olmaq istəyirsən, mən ev, eşi, mənzil almaq istəyirsən, cari bazarda, ona görə də ora elmin yolu məqbul sayılmır. O qədər də qəbul olunmur. Ona görə də tez olaraq əmək bazarına daxil olmaq, tələbə ikən hansısa bir proqram məhsulu, bir koder deyirlər də, proqramlaşdırıcı. Gedir öz, nə bilim, adları çəkmək istəmirəm, pul qazanır. Bunun obyektiv tərəfləri var. Obyektiv tərəfləri dünyada gedən proseslərdir. Gedib ali təhsil almaq. Gedir sadəcə olaraq, indi mənim tanışlarım var ki, Amerika Birləşmiş Ştatlarına keçiblər, sadəcə koder kursları var, proqramlaşdırıcı kurslar var. Gedirlər onu 2 aya, 3 aya öyrənirlər, hansısa bir proqramlaşdırma dilidir. Gedir hansısa bir developer deyirlər də, nəyisə yaradır, qurran bir, kifayət qədər də bir neçə min dollar da maaş alıb ailəsini dolandırır. Bir də var ki, sən başlayasan, bu yolla gedəsən, fəlsəfə doktoru, nə bilim, xırş indeksi, elektrik məhsullar və s. Hər adam bu yola misal üçün dözmür. Ona görə də bu dünyada olan obyektiv mənzərədir. O ki, qaldığının taktiki mexanizmləri ölkə daxilində bunun belə deyilən fikirlərlə təbii ki, razıyam. O hamısı müzakirə olunmalıdır. Daha optimal müəyyən bir necə deyərlər, alqoritm ortaya qoyulmalıdır ki, kimlər gəlsin, necə seçilsin, keyfiyyəti necə olsun. Bəzi hallarda, məsəl üçün, mənim müşahidəmə görə dövlət tərəfindən verilən o hərfdən möhlət hüququ var. O möhlət hüququndan sui-istifadə edib doktoranturaya girib, bir neçə il əskəriyə getməyib və s. Belə hallar da var. Belə hallar da var, onu mən müşahidə edirəm mən. Ona görə də əlbəttə ki, bax, bütün müvafiq dövlət qurumları, bəlkə qanunvericilik tərəfindən dəstək varsa, yəqin Musa müəllimdir, onu daha yaxşı bilir. Müvafiq dövlət qurumlarında bu tez-tez müzakirə olan məsələdir. Bu bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda deyilən bu yüksək texnologiyaları yaradan da, quran da, istismar edən də və s. bunlar hamısı yüksək biliyə malik olmalıdır. Yəni sadə bir bilik deyil ki, yüksək biliyə malik olmalıdır. Müvafiq dövlət qurumları da, Elm Təhsil Nazirliyinin tabeliyində olan qurumlar və digər qurumlar da artıq bu məsuliyyətin qarşısındadır. Bir neçə ay bundan öncə Elm və Təhsil Nazirliyində Nazirlər Kabinetinin tapşırığı ilə bütün Azərbaycanın ali təhsil sistemində olan ixtisaslar təftiş olundu. Bəli. Yəni hər birisinə baxıldı ki, bu bizə lazımdır. Yəni onu belə safçürə eləyəndən sonra, lazım olanından indi müəyyən müddət qutarandan sonra da o artıq qəbul olan deyil ona. Amma tamamilə bu rəqəmsal transformasiya gətirdiyi reallıqlar var. Bax, Cənab Prezidentin bizim qarşımızda qoyduğu vəzifələrə uyğun olaraq insan resursları yetişdirmək, daha da ölkənin necə deyək,
şəhərlər kiber müdafiəsini təşkil etmək, kiber diplomatiyasını uğurlu həyata keçirmək, kiber suverenliyini təmin etmək və s. Bu istiqamətdə eyni zamanda Azərbaycan iqtisadiyyatını həmin texnologiyasında qurmaq, dəyər yaratmaq, ölkənin iqtisadiyyatını nəinki ölkə daxilində, dünya bazarına çıxıb, indi cənab prezident bəzi məlumatlara verdi ki, pilotsuz uçuş aparatları, digər aparatları dünya bazarına artıq çıxardırlar. Bu daha da geniş şəkildə, özdəki mən onu biraz da xüsusilə qeyd etmək istəyirəm ki, cənab prezident dedi ki, hətta müdafiə sahəsində şirkətlərə də artıq imkan verilir ki, onlar da bu işə qoşulsunlar. Yəni bunların hamısı yeni insan resursları istəyəcəkdir. Bu peşənin də, yəni bu rəqəmsal peşələrində xüsusiyyəti ondan ibarətdir ki, nə qədər yüksək biri əldə edirsən, ona da mütənasib olaraq yüksək maaş alasan. Məsəl üçün, mənim rəhbərliyim altında belə seçimlərin qarşısına qalaraq ya indi girirsən əmək bazarına aşağı maaşına, fərz ki, x qədər. Amma fəlsəfə doktoru müdafiə eləyərsən, data scientist olarsan, kiber təhlükəsizlik olursan, ondan 5 dəfə artıq alasın. Bir zamana ehtiyacı var. Əgər İndiki gənclikdə hövsələsiz 3 il, 4 il əgər sən özün hansısa formada, hətta mən valideynlərə müraciət edirəm, ki, ən yaxşı investisiya uşaqların təhsilinə qoyulan vəsaitdir. Haqlısınız. Yəni, burada tək dövlətdən ummaq yox. Onsuz da valideyn uşağını xoşbəxt eləmək üçün müəyyən addımları atır. Nə bilim, mən ev-eşikdir, filandır və s. O maşın almağın əvəzinə həmin o doktoranturasında müəyyən maddi vəsait ayırmaq lazımdır ki, uşaq, xüsusən də təzə ailə quran insanlar o bir 3 il, 4 il ona bir maddi vəsaitlə dəstək olsa, o müdafiə eləyər, gedər, o qoyulan o investisiyanı, valideyn tərəfindən xərclənən vəsaiti bir 5 dəfə, 10 dəfə. Mənim tələbələrim var ki, onlar artıq o dediyim o mərhələni keçiblər, ailəsini də saxlayırlar, atasını da saxlayırlar, bütün necə deyirlər, hamısını dəstək verirlər. Yəni demək istəyirəm, buradan hər şeyi dövlətdən gözləyək ki, vəsait bizi ayıracaqdır. Olsun, dövlət öz işini bilir və dövlət öz işini bilir. Burada həm də grant layihələrə də diqqət ayırmaq lazımdır. Gənc tələbələrə, alimlərə ümumiyyətlə həvəsləndirici məsələlər var ki, bu da bir ayrıca sosial məsuliyyət yaradır müəssisələr qarşısında. Bu da bir müzakirə olunan bir məsələdir. Nadir müəllim, Dilçilik İnstitutunun qarşısında həmişə vəzifələr, ağır vəzifələr durur. Çünki dil elə bir prosesdir ki, hamı istifadə edir və dəyişən dünyada da ən çox zərəri dil görür. Xüsusən də indiki dövrdə, informasiya texnologiyaları dövründə çox ciddi yad təsirlərin axını var və qarşısını alacaq mexanizm belə yoxdur. Demək, tələblərdən biri də budur ki, Dilçilik İnstitutu, dilçi alimlərimiz daha çevik bir mexanizmlə məsələyə cavab versinlər. Azərbaycan prezidenti ilə dilimizin qorunması ilə bağlı ciddi məsələlərə toxundu. Mən istəyirəm bununla bağlı bir məlumatları verəsiniz. Nələri siz gördünüz, nələri siz eşitdiniz ölkə başçısının çıxışından və biz həqiqətən neyiniyək ki, birlikdə bax, dilimizin saflığını qorumaqla bərabər onun çevik olmasını da təmin edək. Varsa bu söz bizdə, ölkə başçısı demişkən ondan istifadə edək. Buyurun. Hörmətli Elçin müəllim, əvvəla mən sizə təşəkkür edirəm ki, 3 bizim ciddi alimimizi studiyaya dəvət eləmisiniz, biz onlardan öyrənirik. Hər üçündən öyrənməyə bizim borcumuzdur və çıxışlarına da qulaq asıram. Üçün də biz elmi camidə, üçü də bizə qəbul olunur, sözü də, fikirləri də çox ciddi alimlərdir. İndi mən də onlara diqqətlə qulaq asım. Dünən mən xoşbəxt adamam ki, Cənab Prezidentin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik bağlı yığıncağında şəxsən iştirak edirdim və bu çıxışın canlı şahidi oldum. Bizim diqqətimizi çəkən nə oldu? Birinci növbədə Cənab Prezident xatırlatdı ki, mən 10 il bundan öncə də burada çıxış eləmişəm, bu mövzuda danışmışam. Xeyli dəyişikliklər baş verib. Əlbəttə, bu bizi sevindirir. Əsas dilinə prioritet məsələlər nə idi burada ki, bizim dilimiz tutaq ki, 50 milyonluq bir danışan, bu dildə danışan bir xalqımız var. Ancaq çox təəssüf edirəm ki, tutaq ki, bu 50 milyonun 10 milyonu bizim ədəbi dilimizi qoruyur. 10 milyonu ciddi bu məsələlərə riayət edir. Qalan yerdə qalırlar, Azərbaycan dili, tutaq ki, xaricdə və başqa ölkələrdə danışan Azərbaycanlılar, Azərbaycan dili məişət səviyyəsində baxırlar. Yeganə ölkədir ki, müstəqil Azərbaycanda Azərbaycan dili bir elmi şəkil alıb. Azərbaycan dili və mən çox sevinirəm ki, dövlətimizin qoruyucusu həm də dilimizin qoruyucusudur. Dövlətimizin lideri, dilimizin lideridir. Bu çox az bir gördüyümüz bir məsələdir ki, hansı bir dövlətin başçısı dilə bir burada önəm versin. Məsələn, mən xatırlatmaq istəyirəm ki, Cənab İlham Əliyevin özü rus dilində tutaq ki, təhsil alıb, rus dilində gözəl bilir, ingilis dilində gözəl bilir. Azərbaycanca danışanda mən fikir verirəm, onun etkən bir dənə də olsun əcnəbi sözdən istifadə eləmir.
Ulu Öndər Heydər Əliyev ki, əgər bu dildə esse yazmaq mümkündürsə, hekayə yazmaq mümkün, şeir yazmaq, dərin fikirli roman yazmaq mümkündürsə, demək bu dildə hər şey yaratmaq olar. Bizim əcnəbi dildən söz götürməyə ehtiyacımız yoxdur. Ancaq bir məsələ xüsusilə mən vurğulamaq istəyirəm, cənab prezident çıxışında onu da bildirdi ki, bu o demək deyil ki, biz beynəlxalq leksikondan kənarda qalaq. Əgər dövlətlərin bir-biri ilə inteqrasiyası varsa, demək dillərin də bir-birinə inteqrasiyası var. Əgər dövlətlər bir-birinə mədəni əlaqədə ola bilirlərsə, demək dillər də mədəni əlaqədə ola bilirlər. Bu təbii bir haldır və onu cənab prezident istisna etmir ki, biz özümüzə qapılaq və əcnəbi dildən, başqa dillərdən söz götürməyək. O, bunun əleyhinədir. Hörmətli prezident çox maraqlı bir çıxır, hətta deyir ki, beynəlxalq leksikonla. Əlbəttə, beynəlxalq terminlər, beynəlxalq beynəlmilər sözlər nəzərdə tutulur ki, necə ola bilər ki, bizim məişətimizə bir əşya daxil olur, hər hansı bir hadisə daxil olur. Biz özümüzə qapalı mütləq 37-ci ilin, 30-cu illərin və yaxud Türkiyədəki 32-ci illərin hadisələrini, turizm hadisələrini təkrar edilir. Yox, təbii bir proses gedir. Dillərin birbirindən qarşılığı, inteqrasiyası, qovuşluğu, dillərin öyrənilməsi bu əlbəttə yaxşı bir prosesdir. Və bu məqamda yaxşı mənada əlbəttə ki, başqa dillərdən söz götürməkdir. Bax, elə yeri gəlmişkən Elçin müəllim, sizin studiyada birinci dəfə də bu fikri səsləndirirəm. Bizdə bu sözün dilə gəlməsinə ikili münasibət var. Ya deyirlər ki, gəlməsin, dili koruyur. Heç olmasa dünən cənab prezidentin çıxışından ibrət alsın desinlər ki, beynəlmilər sözlərin gəlməsinə qadağa qoymuruq. Bizdə iki söz var ki, bizim dilimizə daxil olur. Bir alınma sözdür, bir də əcnəbi sözdür. Alınma sözlər dilə ehtiyacdan gələn sözlərdir ki, biz onu başqa sözlə əvəz edə bilmirik. Məişətimizə daxil olur hər hansı bir hadisə, əşya və s. Biz bunu adlandıra bilmərik gündə. Məsələn, video çıxanda bizim məişətimizdə bu yox idi ki, öz adı ilə çağırıldı. Eləcə də başqa məsələ. Ancaq burada bir başqa məsələ var ki, cənab prezident nəyin əleyhinədir? Dilimizdə söz ola başqa dildən söz gətirmək. Əlbəttə, bu yaxşı hal deyil. Bizim dilimizdə oturuşmuş sözü var. Məsələn, konkret deyim, uzun müddət, min illər boyu bizim dilimizdə ərəb sözü var, müsahibə. Bəyəm, intervyu sözünə ehtiyac var? Yoxdur. Bizim dilimizdə çox asan şəkildə futbol oyunlarında qapıcı sözü var. Qalkiper sözünə ehtiyac var? Yoxdur. Bizim dilimizdə oturuşmuş bir söz var da, pərli, vertolyot muzu. Buna helikopter demək ehtiyac var. Söhbət nədən gelir? Bu ciddi məsələdir, helikopter məsələsi. Bunu Nadir müəllim, mən sizdən soruşacağım. Çünki bununla bağlı biz özümüz də bilmirik niyə cür yazaq. Amma bir dəqiqə reklam fasiləsi verək ondan sonra. Çünki biz də bununla bağlı çətinlik yaşayırıq. Nadir müəllim, davam edin, xahiş edin. Çox ağırlı bir məsələyə toxundunuz. Elə bu helikopter, vertolyot kimi misallar çoxdur. Buyurun, siz davam elətdirin. Təşəkkür edirik. Yəni, biz bir məsələni qoya bilirik, çünki bu ağırlı yerimizdir, amma görünəm ki, bizdə hal-hazırda süni intellektin köməyi ilə Azərbaycanın orfoqrafiya lüğəti hazırlanır. Bax, biz bu problemləri yeganə bir yolu var ki, əvvəllər tutaq ki, biz sözün rus dilində tutaq ki, hı hərfi olmadığı üçün biz məcbur oluruq ki, ruslar işlətdiyi kimi biz də onu elə işlədirik də. İndi baxın, görün, nə qədər dəyişiklik var. Heç uzağa getmirəm, Hindistanın paytaxtı tutaq ki, Delhi'dir. Ruslarda hı hərfi olmadığı üçün onlar Delhi deyirdi. Bugün də bütün kim danışırsa Hindistan paytaxtı aradığı Delhi. Bizdə belə qəribə şeylər baş verir. Məsələn, baxın, bizim dilimizdə
Kifayət qədər sözlər var ki, onlar əcnəbi dillər necə istifadə olunursa, indi bizim dilimizə o formada da qəbul edirik. Lüğətlərimizə də o formada qəbul edirik. Ne üçün otel olsun, hotel olan yerdə? Ne üçün hokkey olsun ki, hokkey olan yerdə? Bu hamısının Rus dilinin təsiridir. Məsələn, Sovet dövründə bizdə belə bir naqis ifadə vardı. Rus dili və Rus dili vasitəsilə Azərbaycan dilinə keçən sözlər. Bizim başqa bir yolumuz yox idi. Rus dilinə sözlər gəlirdi, orada deformasiya uğrurdu, oradan da keçirdi Azərbaycanda. Başqa bir qapımız yox idi. İndi baxın, 1994-cü ildən sonra, neft kontraktından sonra, xüsusilə müstəqillik dövrümüzdə qapılar açıldı. Birbaşa bizim dilimizə sözlər daxil olub. Sözlərin dilə gəlməsinin müəyyən üsulları var. O sıradan adi bir məsələ deyil. Məsələn, vasitəli gəlmə, vasitəsiz alınma. Vasitəli odur ki, Rus dili vasitəsindən başqa alır. Vasitəsiz alma isə birbaşa alınır. Bu bilingilizm şəraitində ən çox özünü doğru olurdu. Baxır, ikili alınma. Sözdə elə sözlər var ki, tutaq ki, ərəb dilindən çıxıb bu söz. Vaxtilə bu söz Əmr əl-Bəhr işlənib, gəlib Holland dilinə olub admiral, geri qaydımında ərəb dilinin özündə də dənizlərin əmridir, həm də əmrə. İkisi də orada işlənir. Başqa iki qat alınma. Kompüterdə dilimizdə işlənir, bilgisayarda işlənir. Multiplikasiyada işlənir, cizgi filmdə işlənir. Bunların xalqın ixtiyarına buraxmaq lazımdır ki, dil canlı orqanizmdir. Hansı qalacaq, hansı çıxacaq? Bunu artıq dil özü həll edir. Fikrimi çatdırın. Leksik alınma var. Biz danışanda adətən sözümüzə gələn sözlərin alınmadan danışanda başqa heç bir alınmadan danışa bilmərik. Düzgün deyil. Dilə gələn alınma ancaq leksik səviyyədədir. Fonetik alınma mümkün deyil. Bu min illər boyunca formlaşmış bir dildir. Morfoloji alınma heç düzgün deyil. Adətən deyirlər ki, bizim dilimizə əcnəbi şəkilçilər keçir. Mən adamdan soruşaram, bir dənə mənə nümunə göstərginən ki, bizim dilimizə əcnəbi şəkilçi keçir. Mümkün olan şey deyil. İndi farslarla bizim biraz... Bir dənə dar da, səhv eləmirəmsə, dar şəkilçisi keçib də bizə. Bunlar bizim dilimizə qoşulub, söz yaradıcılığı arsenalına daxil ola bilmirlər. Məsələn, göstərin nam. Namünasib. Bunlar sözün tərkibində bitişi şəkildə bizim dilim daxil olurlar. Bəli. Onlar bizim dilimizə heç bir söz yazıcı funksiyası daşımırlar. Yəni məsələn, bidi, dardı, bunlar artıq söz kimi daxil olur. Mümkün olan şeydir. Əgər elə olsa, dildə böyük bir ajitaj yaranlardır. Əgər kimsə deyir, məsələn, bizim dilimizdə s şəkilçisi var. Fars dilində olan na şəkilçisinin əvəzidir. Bunu da na sözünə işlənən sözləri qoşula bilmirik. Na-ki sözündən başqa. Xana sözü var. Xana sözün özü də bizdə beləsin müstəqil işlənmir. Tutaq ki, xana türk dillərində əgər ayrıca bir söz kimi işlənibsə, o fars dili şəkilçi deyil. Buna deyirlər yalancı ekvivalentlər. Bu tip sözlər nə qədər istəyirsiniz bizim dilimizdə var. Məsələn, bar sözü. Meyvələrdə xəstəlik var. İndi baxın görün, İngilis mənşəli barla bunun arasında fərq var yox. Sadəcə bunların hərif qrafik oxşarlığı, səs oxşarlığı var. Bunlar fərqlara lojni elementlərində, yalancı ekvivalentlər deyirlər. Bizim fars dilinin aramızda yalancı ekvivalent demək əvəzinə lojni dediniz özünüz. Bax, görürsünüz, dilimizə rus sözləri çox daxil olub. Bunu təmizləmək çox ciddi bir problemdir. Bu təkcə sizin üzərinizə düşmür. Bədii ədəbiyyatın da üzərinə düşür. Elə hamımızın üzərinə düşür. O cümlədən kütləvi informasiya vasitələrinin. Bizim məsuliyyətimiz 2 qat artıqdır. Amma bizim də əlimizdə mənbələr olmalıdır. Və bugün ilk dəfədir ki, mənə bu xoşbəxtlik qismət oldu. Bizim Dilçilik İnstitutunun rəhbərliyi ilə İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi bir yerdədirlər, bir studiyadadırlar və məni narahat edən illərdir, 20 ildən artıq narahat edən bir problemin cavabını sizdən xahiş edirəm. Gəlin birləşək həll edəyək. Biz necə eləyək ki, Google-da Azərbaycan dilinin tanınması, ümumiyyətlə axtarış sistemlərində Azərbaycan dilinin tanınması sərrast olsun. Bütün Eston dilinin belə tanınması çox rahat olur, amma Azərbaycan dilində axtarış sistemlərində çox ciddi problemlərimiz var. Biz necə eləyək ki, Word-də daxil olmaqla digər proqramlarda Azərbaycan dilinin redaksiyası məsələsi problemini həll eləyək. Bugün süni intellekt onu eləyir. Yəni, ChatGPT-də hərf səhvlərini bizə düzəldib verir. Amma biz illərdə hamımız Word-dən istifadə edirik. Mən niyə Word-ü qabardıram? Çünki bizim sahəmizdə televiziyada, jurnalistikada bu Word-ün üzərində qurulubdur. Biz də istəyirik ki, elə yazan kimin səhvimiz varsa onu dərhal bizə göstərsin. Amma buna nail ola bilmirik. Bax, necə eləyək ki, sizin lüğətlərlə bizim elektron imkanlarımızı birləşdirib, bax, bunu daha da asanlaşdıraq. Nadir, mən birinci sizdən soruşuram. Elçin müəllim, bu əsas məsələ deyil. Bu Rasim müəllimin üzərinə düşür, yəni belə deyil də. Rasim müəllim biz çox yaxşı həyatda da dostluq, təbiətdə də, cəmiyyətdə də bir yerdə görüşürük, danışırıq. Hətta onlar bir konfrans da keçirmişlər.
EKT ilə Azərbaycan dili ilə bağlı özə belə bir konferanslar Rasim müəllimgil müntəzəm keçirirlər və bizi də dəvət edirlər, biz burada çıxış edirik. Ancaq hər halda biz fikirləşir, bu yaxşı bir məsələ ortaya qoydunuz. Biz Rasim müəllimlə yəqin ki, bu barədə bir görüşəcəyik, söhbət edəcəyik ki, biz ancaq onun leksik tərəfini, ta ki, söz bazası tərəfini işləyə bilərik. Proqram tərəfini isə Rasim müəllim çox gözəl. Rasim müəllimin bundan bağlı çox ciddi mütəxəssisləri var. Amma o sözlər olmalıdır ki, bazı olmalıdır. Hər Rasim müəllim, mən səhv demirəm ki. Yəni, baxın, Elçin müəllim, mən sizə maraqlı bir şey deyim. Baxın, bizim dilimizin birisi də stolüstü kitabımız orfoqrafiya lüğəti. Bəli. Təsəvvür edin ki, indiyə qədər bu orfoqrafiya lüğəti kiminsə xətri xoş olsun, hansı sözü götürsün, belə hazırlayıblar. Kartışkalarla, köhnə sistemlə belə lüğət hazırlamazlar. Mən də o demək deyək ki, oturmuşam burada, özümü tənqid edirəm, özü tənqidi yanaşıram. Biz indi hörmətli Rasim müəllimlə köməyindən istifadə edirik, Əli Abbasovla köməyindən istifadə edirik. Cənab Prezidentimiz İsa'ib Bəlin də burada şəxsən qoşuldu, bizə yardımcı oldu, kömək elədi. Birinci dəfədir biz süni intellektin köməyi ilə Azərbaycan dilinin orfoqraf lüğətini hazırladıq. Bizim lüğətimizdə çox maraqlı, cəmi vur tut 82 min söz vardı. İndi bizdə sözlərin sayı gəlib çıxıb 220 minə. Ancaq o demək deyil ki, biz onun sözü salacağıq ora. İndi çıxdaş edin. Məsələn, konkret deyim sizə. Necə ola bilər ki, sözün kökü yoxdur lüğətdə, ancaq derivatları var. Hətta bilmirəm, siz xatırlayırsınız, bəzi məsələlərdə bir mübahisələr də yaranmışdı. Hörümçək kimlər var, hörümçək sözü yox. Xatırlayırsınız? Bu bir bəladır. Bu lüğətdə təkcə o deyil. İstənilən sayda bu sözlər var. Kök yoxdur, derivatları var, məncə şəkilçilərin törəmişləri var, feili sifətlə olan sözlər yoxdur, feili bağlama ilə işlənən sözlər yoxdur. Axı bunlar hamısı müstəqil sözlərdir. Ağlayan uşaq başqadır, ağlamaq başqadır. Bunlar tamam başqa-başqadır. Bunları niyə çıxartmalı dildən? Necə ola bilər ki, sözün tutaq ki, kökü yoxdur, tutaq ki, məsəl forması yoxdur. Ancaq başqa formaları var. Yenə deyirəm ki, bəzi sözlərin feili sifətləri var. Belə məsələlər burada çoxdur bizim. Məsələn, baxın, bir məsələn, bizim toxunan bir məsələdir. Deyirlər ki, niyə apostrofu çıxartdınız? Baxın, biz konkret bir məsələ qoyuram. Niyə də çıxarılmasın? Apostrof fars dilində, ərəb dilində müstəqil hərfdir. Başqa hərfin bizim əlifbamızda nə iş var? Bizdə isə bu diakritik işarə idi. Ancaq bir başqa məsələ. Axı bizim orta əsrlər klassik irsimiz apostrofsuz keçinə bilməz, çünki orada əyn hərfi var, həmzə hərfi var. İndi biz nə edirik? Yeni hazırlanmış orfoqraf lüğətində, hörmətli akademik, Rafael Hüseyni bundan köməyindən istifadə edirik. Klassik ədəbiyyatımızda işlənən apostroflu sözlərin siyahısını dərc edəcəyik. Lüğətə salmayacaq. Əlavə siyahı kimin? Bəli, əlavə siyasın ki, bax, bu söz vaxtilə belə işlənib. Çünki burada apostrof olmayanda başqa məna verir. Baxın, fələklər yandı ahimdən, muradım şəmi yanmaz mı? Şəmi olsa başqa sözdür. Bəli, orada mütləq apostrofa ehtiyac var. Bəli, biz bunu lüğətə sala bilmərik. Artıq cəmi 80 söz qalmışdır. 80 sözə görə lüğəti burada doldurmaq ehtiyac yoxdur. Həm də deyirəm ki, o əcnəbi dildə hərfdir. Bizdə isə diakritik işarə edir. Bəzən sözünü, biz kontekstdə bilirik ki, bu bəzəndir, yoxsa bəzəndir. Necə ola bilər ki, ərəb farsında İndi süni intellekt bunu hansı kontekstdə tanıyacaq kimi mürəkkəb məsələ çıxır ortalığa. Haqlısınız bu mənada. Amma Nadir müəllim, çox haqlı qeyd elədiniz ki, Dilçilik İnstitutunun bir keçdiyi tarixi böyük bir yol var. Heç kim o yolu şübhə altına almır. Amma problemlər də üzə çıxdı. Və mənim yadımda da bir neçə il öncə lüğətlərlə bağlı mübahisə çıxdı. Bir lüğət çıxdı, 120 min söz. Başqa bir 113 min də üzr istəyirəm. Başqa bir institut mərkəz, tərcümə mərkəzi hazırladı 60 min söz və dedi ki, bu qədər bəsdir. Axı 60 min çox azdır. 113 minə biz baxdıq ki, orada biraz şişirdilmiş rəqəmlər idi də. Yəni ona görə 57 min. Bəli. Və ona görə bu bizim üçün üzağardan məsələ deyil. Bizim dilimizdə bax, hal-hazırda bizim əlimizdə 220 min söz var. Ancaq biz onları çıxdaş edirik. Çıxdaş edirik biz onlar. Hamısı necə çıxdaş edirik? Yəni öz başına bu sözdən xoşum gəlir götürüm? Yox, elə deyil. Yenə də proqram təminatından istifadə edirik. Tezlik lüğətindən istifadə edirik. Yoxlayırıq görə bu söz nə qədər istifadə olunur. Əgər aqqazanal sözdürsə,
hansısa bir adamın uydurmasıdırsa, hansısa bir adamın mətbuatda işlədiyi sözdürsə, cəmi 5 dəfə, 10 dəfə işlənir, buna ehtiyac yok. Ancaq biz tecrid lüğətində görürük ki, bu söz 10 min, 20 bin, 30 bin, milyonu ötüb geçir. Bu sistemlə biz sözləri daxil edirik lüğətə. Yəni biz demirik ki, bu söz xoş. Məsələn, keçən lüğəti hazırlayanda baxıram, görürüm ki, korrektor olunub, redaktor olunub. Mən də onların üzvlərindən biriydim ki, nəyə görə? Məsələn, adi deyirəm, çox üzr istəyirəm bizə tamaşaçılardan. Məsələn, yazır ki, oğraş. Bu söz dildən çıxardıram. Niyə çıxarırsan? Söz xoşuma gəlmir. Söhbət ədəbi dildən gedir. Söhbət dilin leksikasından gedir. Mənim xoşum gəlib gəlmədiyinə söhbət getmir. Burada dildə işlənən vahidlərdən gedir ki, dildə cəmiyyətin qəbul elədiyi qabiliyyət. Söhbət normadan gedir. Dilimizin normasına tabi olan sözlərdən gedir. Norman isə cəmiyyətin müvafiq zamanda, müəyyən zaman çərçivəsində cəmiyyətin özü tapır, özü təyin edir. Füzuli dilin özün norması vardır, Vaqif dilin özün norması vardır. Tutaq biraz geriye geçsək, Nəsim indi müasir Azərbaycan dilinin isə ən yaxşı norma Sovet dövründən bizə miras qalır. Keçən əsrin bilirsiniz ki 70-80-ci illərdən sonra Azərbaycan dilinin normaları təsbitləşib. Bütün üslubları işə düşüb. Yine gəlin başqa bir məsələ toxunun. Bu dilə gələn bu sözlər necə olur bu naqisliklər dilə gəlir? Axı ədəbi dildən sözlər dilə çox ləng gedir. Rəsmi üslubdan dilə keçməyə çox çətin məsələdir. Bədii üslub bayaq xatırlatdım. Dilə gələn elmi üslub, bədii üslub, rəsmi üslub, danışıq üslubu bunlardan bizim dilimizə xətər gəlmir. Məsələn, fizikaya aid, riyaziyyata aid istənilən bir termin biraz çevikdir. Ancaq humanitar sahəyə aid söz o qədər də bizim dilimizə gəlib geçir. Bizim dilimizə ziyan vuran, inciməsin bizim dostlarımız, jurnalistlərimiz, saytlarımız, publisistik üslubdan gəlir. Bu üslub çox çevikdir. Cəmiyyətdə istənilən bir hadisəyə dərhal reaksiya verir. Və bu halda dilimizdə ola bilən sözün təkrar dilə gətirilməsi dilə ziyan vurur. Məsələn, mən onun mexanizmini sizə deyim. Hansı halda sözü götürmək lazım, hansı halda yox. İzahını ver. Dildə istənilən saldır. Əgər sözün nomenklatur ifadəsi yoxdursa, onu götürək. Dildə bu sözün, bu əşyanın, bu hadisənin nomenklatur ifadəsi varsa, onda bu sözü götürəndə ehtiyatlı olmaq lazımdır. Burada da bəzi məsələlər var. Məsələn, memarlıq termini. Biz deyəndə binanın iç tərəfi. Üç sözdən istifadə edilir. Ancaq interiyer deyəndə, məlum ol ki, bu beynəlmiləl sözdür, elə bundan. Binanın üst tərəfi deyəndə fasad aydın olur. Bax, bu bir əngəl törədənlərin biridir. Ancaq Cənab Prezidentin çıxışında çox aydın şəkildə dedi ki, beynəlxalq sözlərdən istifadə etmək lazımdır. Publistik üslubla bağlı, bəli, publistik üslubla bağlı dediyiniz iradları %100 qəbul edirəm və biz də təkmilləşməliyik sözsüz ki, təəssüf ki, bizim də peşə sahiblərinin arasında az mütaliə edənlər var və hazırlıqsız olanlar var. Biz bu səhvimizi boynumuza alırıq. Amma indi kütləvi informasiya vasitəsinin sözündə var da kütləvilik və bura hər kəs danışır. Məsələn, biz indi, bax, sizin bayaq işlətdiyiniz sözə görə bir ciddi tənbih aldıq və sözsüz ki, bu tənbih, dedilər, efirdən bu söz olmaz. Amma bunu artıq siz söylədiniz. Bunun artıq məsuliyyəti məndə deyil, birbaşa efir də gedir. Bax, belə hallarda olur. Yəni, olan şey deyir, yaxdır. Bir şey demirəm, mən demirəm siz haqlısınız ya kimsə. Sadəcə situasiyanı sizə və yaxud da, bax, bayaq dediniz, mən bayaqdan fikrim qalıb orada ki, bu helikopter yoxsa vertolyot, hansını yazaq? Dildə oturuşmuş sözləri əvəz etmək düzgün deyil. Yəni vertolyot yazaq. Dildə tutaq ki, indi tutaq ki, bunu qəbul edir ki, beynəlxalq sözdür. Bu rus sözüdür. Bunu bağışlamaq olar. Ancaq dildə normallaşmış sözləri dəyişmək düzgün deyil. Mən xatırlı səbəblər əvvəlcə şeir elədilər, sonra şeiri qoşdular, feil elədilər. Bunu eləyirdiniz eyni vaxtda. Feil də eləyərdiniz, şeir də eləyərdiniz. Bax, şeiri o vaxt eləyəndən sonra heç kim şeir yazmadı, keyfiyyətli, yaxşı şeir. Öyle onunla da bizim ciddi şeirimiz, ədəbiyyatımız getdi. Nadir müəllim, icazə verirsə Ceyhun müəllimə bu məsələni soruşum. Əslində, bütün məsələlər səndə Rasim müəllimin üzərindəymiş. Amma Rasim müəllim laf tutaq ki, bir lüğəti götürdü, yerləşdirdilər ora. Mən çox belə kobud şəkildə deyirəm bu sözü. O lüğətin özündə dəyişikliklər baş verəndə o dəyişikliklərə necə cavab verəcək? Bu mexanizm özü əlavə qüvvə tələb edir. Ona görə də bilmirəm, niyə inirsiliyim bu məsələni həll edin ki, biz də töhmətdən canımız qutarsın. Mən Ceyhun, siz bax yazanda hərf səhvi buraxırsınız da, təbiidir də indi bu. Yəni əslində çox önəmli bir məsələyə toxundunuz. Bu özünü yalnız kompüterdə göstərmir, ümumiyyətlə proqramlarda da göstərilir, telefonda da göstərilir. Mən hesab edirəm ki, bunun biz üzərində çox ciddi bir formada işləməliyik ki, bu problem
yaşanmasın. İndi onun texniki tərəfini Rasim mənim daha yaxşı bilir, amma bunu biz həqiqətən də həm yazılmada, məsələn, rus dilində bu rahatdır, türk dilində rahatdır, ingilis dilində rahatdır. Amma biz niyə öz dilimizdə bu problemi yaşayırıq və burada ən önəmli məsələ axtarış sistemlərində yaranan problemdir. Yəni məcbursan, indi baxın, məsələn, hətta bu problem WhatsApp-da da var, digər məsələlərdə də var. Məsələn, Azərbaycan dilində sənin vaxtın nə qədər gedir, ona görə bəziləri ingiliscə yazır və ya bəziləri rusca yazır. Ona görə düşünürəm ki, bu istiqamətdə biz məsələ qaldırmalıyıq və bu istiqamətdə işlər aparmalıyıq. Qarşısında qaldırmalıyıq məsələni. Məsələn, siz də yəqin ki, buna rahat eləyirsiniz. Hörmətli Nadir müəllimi, hamımız dinlədik. Dilin yaradıcısı da, qoruyucusu da, inkişaf etdiricisi də millətin özüdür. Dil millətin varlığıdır. Zaman-zaman həmişə texnoloji inkişafla bağlı, ümumiyyətlə bütün inkişaflarla bağlı dilin lüğət tərkibi zənginləşər. Və təbiidir, bəzi arxaik sözlər var. Amma biz heç bir zaman öz dilimizin zənginliyini azaltmamalıyıq. Yəni onun lüğət ehtiyatını azaldıb bəlli bir qrup dilinə salmamalıyıq. Möhtərəm cənab prezidentimizin nitqində dillə bağlı dediyi məsələ bu sahədə böyük problemlərin olduğunu göstərdi. Bu informasiya texnologiyaları sonraki mərhələdir. Əvvəlcə gərək bunlar olsun ki, o yerləşdirsin. Hətta dedi, özüm buna daha çox nəzarət edəcəm. Dedi, 10 il əvvəl demişdim, bundan sonra nəzə baxın. 1938-ci il Azərbaycan SSR Ali Sovetinin sesiyasında dil məsələsi müzakirə olunanda bəziləri söyləyirlər. Gəlin biz bu maliyyə sözünü çıxardaq, finans eləyək. Mədəniyyət sözünü çıxardaq, kultur eləyək, fikir verin. O vaxt Səməd Vurğun Rəsulrıza çıxış eləyirlər. Bunun stenoqramı var. Bizim mədəniyyət sözü, maliyyə sözü, məsələn, büdcə sözünü deyirlər ki, biz bunu büdcət eləyək. Bu, alınma sözlər olsa da vətəndaşlıq hüququ qazanıb. Bunlara toxunmaq olmaz. Və ona görə biz dilimizin lüğət tərkibinin zənginləşdirilməsinə fikir verməliyik. Çünki indi hamı deyir, qloballaşma gedir, bəzi dillər sıradan çıxır, gedir. Biz bu dili qorumalıyıq. Ona görə də bunu qorumağın yolu və yenə burada qorumağın yolu nədir? 1981-ci ildə Ulu Öndər Heydər Əliyev yazıçılarla görüşdə dilimizlə bağlı bir məsələ deyir. Çox ciddi deyir, bizim çox zəngin, qədim, yaxşı dilimiz var. Ədəbi dilimiz formalaşıb. Bizim indiki ədəbi dilimiz 20-ci əsrdə formalaşan ədəbi dildir də, yəni söhbət indiki danışdığımızdan da deyək ki, 19-20-ci əsrdəki ədəbi dilimizdəki bəzi sözləri biz ifadələr, bəziləri var, bəziləri yoxdur. Baxın, deyir, amma bəzi şairlər, yazıçılar bizim ana dilimizi elə belə də deyir, zibilləyirlər. Bayaq hörmətli Nadir müəllim dedi, bizim bütün publisistika, ümumiyyətlə mediamız dilimizin qorunmasına fikir verməlidir. Çünki bir nəfər oxuyur, o gedib alim deyil, o dilçi deyil, onun bütün tərəflərini bilsin. Və eləcə də istifadə eləyib gedir və beləliklə dildə aşınma olur. Bu baxımdan cənab prezidentimizin söylədikləri mütləq ciddiyə alınmalıdır və lüğət tərkibi zənginləşməlidir. Lüğət tərkibindən çıxdaş çox da olmamalıdır. Məsələn, bəzən deyilməməlidir ki, bu köhnə sözlərdir, istifadə Nadir müəllim hepsini azaldır, deyir 200 neçə min sözü biz indi azaldırıq. Məsələn, deyək ki, ingilis dilində nə qədər söz var?
Neçə yüzlü söz var? Seçirik, tekrar verir ki istehsala, baxaq görə bu sözlər nə qədər istifadə olunur. İngilis dilində səhvlərimsə 600-nə yaxındır, səhvləmirəmsə. Bəli. Özü də hər il neçə min söz daxil olur ingilis dilinə. Mən dilçi deyiləm, sadəcə biz bu dil məsələsinə texniki məsələ kimi baxmamalıyıq. Özü ingilis dilində sözlər, bax, üzr istəyirəm, bu çox məni də narahat edən məsələdir. Rasim mənim sözümü təsdiqləyər. İngilis dilində texnoloji, xüsusən də terminoloji məsələləri çox rahatlıqla həll edirlər. Məsələn, deepfake 2 dənə sözü ortadan kəsib birləşdirir, yeni bir söz eləyir. Yəni, çevik yanaşırlar məsələyə. Biz, bax, görürsünüz, içərdən o interyer məsələsi. Əslində, o da vaxtilə 2 sözün birləşməsindən bir çox sözlər ilə olubdur. Biz bu məsələdə daha çevik olmalıyıq. Bu ana dilimizdə var da o söz. Əslində biz onu eləyə bilərik də. Yəni Kim eləməlidir? Aidiyyatı komissiya var. Kimdir komissiya? Mən Nadir müəllim onu daha geniş formada deyə bilər. Yəni komissiya fəaliyyət göstərir. Eyni zamanda mən hesab edirəm bizim dilçilik institutu ümumiyyətlə müəyyən sözləri, bilirsiniz indi məsələn türklər bunu edir də. Hansısa bir sözü götürür onun əsasında. Məsələn biz indi selfie deyirik. Bəli. Türklər nə deyir ona? Öz çəkim deyir. Və başa düşürsən. Bəli, və özünü çəkmək, ifadə kimi. Və burada çox haqlısınız. Belə ifadələri biz eləyə bilərik. Mənim müəllimlərimdən biri Niyazi Mehdi professorumuz həmişə deyirdi ki, fəlsəfəni bizim Azərbaycanda uşaqlar ona görə yaxşı başa düşə bilmir ki, söz ətrafında səyahət eləyə bilmir. Yəni şuur sözü heç bir məna kəsb eləmirdi onun aləmində. Hələ təzə başlayıb baxır. Amma türkçəsində bu bilincdir. Bilinç sözündə bildirmək, bilgi və s. bu söz ətrafında səyahət eləyirsən. Eləcə də rus dilində belədir. Podsaznaniya sözünü deyəndə saznaniya, znaniya və s. ətrafında gəzinti eləyə bilirsən. Bax, bizim həm də belə mühafizəkarlıq eləyəndə Nadir müəllim ki, deyir, dəyişməyək, qalsın. Bax, bunun bu əngəlli tərəfi də var. İndi bax bu ziddiyyətlidir. Amma gəlin Rasim müəllimdən soruşur, çünki məsuliyyət onun üzərində qaldı. Rasim müəllim, necə eləyək ki, Word-də Azərbaycan redaktə məsələsi həll olunsun? Məsələlər qaldırılır. Birincisi, mən Dilçilik İnstitutunda hörmətli Nadir müəllim rəhbəri altına gedən işlərimi çox yüksək qiymətləndirirəm. Çünki mən akademiyada, rəyasət heyətində, ümumiyyətlə başqa formatda bizim institutla Dilçilik İnstitutu arasında müəyyən layihələr də var, müəyyən tədqiqatlar da var, mövzular da var. Mən Nadir müəllimin bu işə və onun komandasında, yəni onun ətrafında olan komandanın da bu işə münasibətini bilirəm. Təbii ki, qoyulan problemlər o qədər çoxdur ki, yəni o bir institutun onun ötəsindən gəlməsi heç ağlabatılı söhbətlər deyil. Amma burada bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, düzdür, həmin institutda bir kompüter dilçiliyi belə bir şöbə var. Son zamanlar süni intellekti nəzərə alaraq, süni intellekt və kompüter dilçiliyi deyilən belə bir şöbə də açıblar. Yəni artıq belə deyək də, süni intellektin əsas istiqamətlərindən biri ingilislər NLP deyirlər. Natural Language Processing deyirlər. Azərbaycan təbii dilin emalı söhbətidir. O biraz geniş anlayışdır, amma onu Azərbaycan kontekstində, Azərbaycan dilin kontekstində sizin, bizim bu günlərimizdə müzakirə etdiyimiz məsələlər Azərbaycan dili üçün o təbii dilin emalı texnologiyaların tətbiq olunması dilin ayrı-ayrı müxtəlif problemləri var. Misal üçün, siz Nadir müəllim, hörmətli Nadir müəllimin dediyi bir sözü deyirsiniz ki, bu olmaz, bu olar və s. və s. Onun ümumi adı Azərbaycan dilinin vulqar bazasıdır. O vulqar bazası, yəni Azərbaycan dilində ictimai mühitdə, bəli, ictimai mühitdə bayağı təhqir və s. və s. Yəni vulqarın arxasında çox şeylər dayanır ki, o artıq ictimai yerdə işlənilməsi qadağandır, olmaz və s. Amma insan cəmiyyətində sən vulqar o sözü götürüb ata bilməzsən. Yəni cəmiyyət üçün, cəmiyyətin özünün yaratdığı sözlərdən biri də o vulqar sözlərdir. Müxtəlif situasiyalarda istifadə olunur və dövlət hakimiyyəti orqanları da öz işini həyata keçirəndə onlardan istifadə edirlər, lazım gələndə, nə bilim, cinayət məsuliyyətinə cəlb edirlər, lazım gələndə qınayırlar və s. və ilə axıra. Əgər həmin o vulqar sözlər bazası Azərbaycanda olsaydı, onlayn platformada olsaydı, sizin də sistem həmin o bazaya qoşulsaydı, həmin o nitq özü əgər o söz var idisə, o süzgəc onu avtomatik bloklayacaqdı. Efirə çıxan deyildi. Bəli. Yəni demək istəyirəm ki, əgər xarici televiziyalara baxırsınız, hansısa bir emosional şəxs, hansısa bir vulqar söz dilinə gətirirsə, avtomatik olaraq o sistem onu bloklayır, efirə buraxmır.
Yəni vulqar sözlərlə mübarizə aparmaq lazım deyil. O həm tarixli, həm Amma keçmişli. bazen nəyin əsasında yaradılır? Yox, Azərbaycan dilinin özünün o vulqar sözləri vardı. İndi bayağıdır, söyüşdür. O hara yerləşdirək onu? Məsəl üçün deyirəm, rəqəmsal dövlətin özünün alt sistemi kimi. Bütün Azərbaycan... Amma bizdə yoxdur da o. Yoxdur, əlbəttə yoxdur. Necə eləyək yaradaq Amma Rasim yaradaq müəllim? onun üçün deyirəm, mən bunları gəlməkdə məqsədim odur ki, Azərbaycanda cənab prezidentin dediyi o sözlər var ki, Azərbaycanı qorumaq, bir yer qorumaq, yəni keçmişi, Azərbaycanın müasir vəziyyəti, onu bütün qorumaq, eyni zamanda onun artıq real, rəqəmsal platformada onun istifadəsini və s. və ilə axıran tətbiq etmək lazımdır. Məsələn, misal çəkdim, rəqəmsal, indi konkret olaraq bir sözün üstündə siz belə vurğu ediniz, ona görə də mən dedim ki... Mən eləmədim, redaktor dərhal elədim mənə də. Yoxdur, mən təşəkkür edirəm ki, bunu bir aktuallaşdırdı. Film çatır. İndi biz süni intellektin bir istiqaməti var ki, hansısa bir mətni, hansısa bir nitqi, hansısa bir nəyinsə emosiyasının səviyyəsini qiymətləndirəsən. Necə qiymətləndirərik? Necə? Əgər Azərbaycanda sözlərin emosional bazası yoxdursa, hər bir sözün özü müsbətdir, mənfidir və bu, nə bilim mən, yaxşı his yaradır, ya da pis his yaradır, hər sözün özünün xüsusiyyətləri var da. Əgər o bazanı yaratsaq, o mətni həmin o bazadan keçirsək, mətni özünün üstünə bir label varacaq ki, bu bədbin məktubdur. Bu, nə bilim mən... Demək, onlar Nadir müəllimin rəhbərliyi elədiyi institut yaratmalıdır. Qoymaq istəmirəm mən. Yox, aydın da, herhalde onu onlar yaratır, peşəkarlar orada da. Yox, demək istəyirəm ki, tək Nadir müəllimin işi deyil o. Ona görə də burada, yəni problem aydındır. Cənab prezident problem qoyubdur. Maraqlı tərəflər, məsul qurumlar, həm Nadir müəllimin institutu, həm bizim institut, həm indi Əli müəllim Akademik Əli Abbasov rəhbərlik etdiyi institut və digər qurumlar var. Yəni bununla bağlı maraqlı qurumlar var ki, bunlar bu problemi bax dediyim ki, başqa bir formatda oturub Azərbaycan dilinin özünün bax bu dediyimiz bu rəqəmsal platformada onun dərdi var, səri var, problemləri var, onun orfoqrafiyası var, onun orfoepiyası var. Orada subyektiv məsələlərlə müzakirə, subyektiv demək ki, yanaşmalarla mübarizə aparmaq üçün yollar var və s. və ilə axıra. Siz deyirsiniz ki, çirklənir Azərbaycan dili. Vaxtilə bizim bir layihəmiz də var idi. İndi hörmətli Nadir müəllim bəlkə də xatırlayar. Dilin sanitariyasına aparan bir sistem yaratmaq lazımdır. Nədən söhbət gedir? Misal üçün səhiyyədə, cəmiyyətdə o müəyyən ziyanlı bakteriyalarından filanla mübarizə aparan müəyyən qurumlar var da, sanitar epidemioloji mərkəzlər var ki, onlar bu dediyimiz ziyanlı xəstəliklərlə mübarizə aparırlar. Dilin özünün də bütün veb saytlarda, demək ki, veb saytlarda, eyni zamanda rəqəmsal resurslarda, digər yerlərdə Azərbaycana bağlı olan mətnlərin özünü həmin o normalardan keçirmək, onun nə bilim üslub səhvi var, qrammatik səhvi var, filan səhvi var, nə bilim mən orfoqrafik lüğətə cavab verir, vermir və s. onun altına qırmızılayır və yaxud da heç buraxmır o sözü. Deyir ki, bunlar səhvdir, buraxmır. Sözsüz. Yəni demək istəyirəm ki, siz yenə bizi qorxutdunuz, çünki daha da çox iş olduğunu qeyd elədiniz. Çox iş görülməlidir. Yəni Azərbaycan dili hansı ki min illərdir, milyon illərdir dilimizdə ana dili kimi istifadə edirik, amma rəqəmsal platformaya keçəndə dil artıq riyaziləşir. Dil artıq o dediyimiz humanitarlıqdan çıxır. Bu artıq dəqiq elmlərin platformasında onun tezlik bazası, onun emosional sözlər bazası, vulqar bazası, transliterasiyası, indi burada misal çəkilir ki, hıqqıya keçirilir, filan şey. Bunların hamısının arxasında müəyyən tədqiqatlar dayanır, müəyyən orada nə bilim müəyyən məsələlər də. Ona görə də hal-hazırda mən güman edirəm ki, hesab edirəm ki, cənab prezidentin dillə bağlı bu narahatlığı rəhbər tutaraq qarşımda bir vəzifə kimi Elmlər Akademiyasına aidiyyət edən qurumlardır. Ondan kənarda Elm və Təhsil Nazirliyində müəyyən qurumlar var ki, buna aidiyyəti var. Ölkədə bununla bağlı ayrıca bir xüsusi proqram hazırlanmalıdır. Onun özü addım-addım bir fəaliyyət planına çevrilməlidir. Hər fəaliyyət planı bunun arxasında maliyyə dayanmalıdır, kadr dayanmalıdır, xarici öyrənmək lazımdır və s. və s. Çoxlu işlər var. Yəni bir-iki institutun direktorun rəhbərində tutmaq ki, bunlar belə valla o institutda işləyir, bizim institutda işləyir. Amma ümummilli problemləri o resurslarla həll etmək qeyri-mümkündür. Bunu mən tam səmimi deyirəm. Aydındır. Demək, eləməliyik, gücümüzü toplamalıyıq və yeni yanaşma qoymalıyıq. Əslində, mən Musa müəllimə söz verməliydim, biz tarix hissəsindən danışmalıyıq, amma vaxtımız tamam oldu. Belə alındı, çünki Azərbaycan prezidentinin toxunduğu məsələlər o qədər genişdir ki, onun hər birinin ətrafında elə fikir mübadiləsi eləyəndə həqiqətən də efir vaxtları çatmaz. Amma mən söz verirəm ki, bizim mövzuları davam elətdirəcəyik və elə sabah, bax, Rasim müəllim bizim üçün çox ciddi bir proqram da qoydu, fəaliyyət istiqaməti. Mən hörmətli Nadir müəllimi studiyamıza dəvət eləyəcəm. Azərbaycan dilinin, bax, bu həm
sizin söylədiyiniz məsələlər ətrafında, həm Rasim müəllim bizim qarşımızda qoyduğu məsələləri birlikdə dilçi alimlərimizlə müzakirə edək. Eyni zamanda filoloqlar, ədəbiyyatçılar və jurnalistlər. Və biz öz problemimizi həll edib, yəni sanki hər bir şey hazır olandan sonra Rasim müəllimi də bir gün dəvət edək ki, biz artıq hazırladıq, lüğətimizi də, sözümüzü də və sizə təqdim edeyim də, xahiş edirik bunun rəqəmsallaşdırma işini görün, həyata keçirin. Və mən çox dəqiq əminəm ki, onu sürətlə eləyəcəklər. Azərbaycan prezidentinin Azərbaycan elmi qarşısında, Azərbaycan alimləri qarşısında, hər birimizin qarşısında qoyduğu bir mühüm vəzifə vardı. Bu vətənin qorunması bütün hallarda, həm rəqəmsal aləmində, həm mənəvi məqamlarında, həm fiziki məqamlarında. Bu vətən bizimdir və onu qorumaq üçün hərəmiz öz cəbhəmizdə doğrudan da bir əskərə çevrilməliyik. Bax, bunu vətən üçün çox görməyək. Görüşərik.